Mən sizə keçən məlumat vermişdim. Hə, inkişaf sahəsi, məzmun standartı hamısı haqqında məlumat vermişəm. Hə. İndi gəlin bir-bir işləyirik. Könül müəllimə, oradasınız. Könül müəllimə, 1-2-ni işləyək, 1-2-ni. 1-2 sizdədir. Ekran yaxşı görsənirmi? Görürəm. Aha. Məktəbəqədər tərtibdə standartların kodunda yer alan birinci rəqəm nəyi ifadə edir? Aha. Əsas məzmun haqqında. Hı. Müəllimə, əsas birinci bunun adıdır da müəllimə. Əsas Bax, standartı. görün bu inkişaf sahəsidirmi? Əsas standartdırmı, alt standartdırmı? Bax, üçündən biri olacaq. Yəni, alt standart 1-1'dir, yanındakı 1. Aha. Yəni, elə siz 4 dənə idi də bizdə. 1, 2, 3, 4 dənə. 4 dənə inkişaf sahəmiz var idi. 3 dənə də bölməyə ayrılırdı. Baxın, müəllimələr. 3 bölməyə ayrılırdı. Bax, bu inkişaf sahəsidir, birinci gələn. Bu əsas standart, bu alt standart. Bax, belə baxanda bu inkişaf sahəsidir, bu əsas standartdır, bu da alt standart. Görürsünüz? İnkişaf sahəsidir. İnkişaf sahəsindən əsas standart çıxır. Əsas standartdan alt standart. İnkişaf sahəsidir. İnkişaf sahəsini alt standart ifadə edir. Əsas standart ifadə edir. Əsas standartda alt standart ifadə edir. Yəni bu alt standart gedir. Bax 3 rəqəmli 3-cü yerdədir. Alt standart burada. 2 rəqəmli bu ikinci yerdəki də əsas standartdır. Bu birinci öndə olan da əsas inkişaf sahəsidir. Məzmun xətti dəyişmir. Olduğu kimi bütün yaş qrupları üzrə olduğu kimi də qalır. Aha. Onda bir qrup 3, 2, 1, birinci rəqəm nəyin işarətidir? Birinci rəqəm müəllimdə əsas məzmun xəttidir. Aha. Siz hansını dediniz? C variantını. C, bəli, doğrudur. Məzmun xətti inkişaf sahəsini gördünüz? O 1. Bəli, bəli. Birinci yerdə budur. Bax bu. Bunu soruşur. Onları da atdıqca 1, 1, 1, 1, 1 belə. Ay, sağ ol. İndi gəlir ikinci testi oxumağa. Kurikulumda inkişaf sahələrinin mütləq ardıcılığı hansı bənddə düzgün göstərilir? Birincisi fiziki inkişaf idi. İkincisi idrak idi. Bu mən deyəm birinci. Birincisi fiziki inkişaf kavramı. İdraklıdır birincisi. Bir de müəllimə, bunlar da standartlara görədir. Burada deyir ki, ardıcılığı tapırıq. Görüm, birinci hansı inkişaf sahəmiz gəlir, ikinci hansı inkişaf sahəmiz gəlir, üçüncü hansı inkişaf, dördüncü hansı inkişaf sahəmiz əmələ gəlir də. Yəni ki, biz yuxarıdan aşağı öyrənmişdik. Fiziki ilə idraki keçmişiz birinci. Elə olar. Onda birinci fizikidirsə, ikinci idrak, üçüncü estetik yaradıcı, dördüncü sosial emosional. Ay, sağ ol. İndi hansı oldu sizə cavab? B. B, doğrudur müəllimə. Belə öyrədici eləmişəm ki, tam yadımızda qalsın. İndi gəldik. Mehriban müəllimə, səsi aça bildinizmi? Aça bilmirəm Mehriban müəllimə. Onda Salam, axşamınız xeyir. Müəllimə, dinləyici kimi axşamınız xeyirli olsun. Dinləyici kimi qoşulasınız, dinləyə bilərsiniz. Aha. Dəqiqə. Könül müəllimə. Uzun çaşmış qaldım. Aha. İndi bir dəqiqə müəllimələr, bir dəqiqə. Xəyallə müəllimə, sizindir. Salam müəllimə. Salam. Müəllimə, bu ödənişli qrupun dərsidir. Sadəcə dinləyici kimi dedim, sizlər qoşulasınız. Sadəcə dinləyəcəksiniz, bəli. Xəyallə müəllimə, siz indi 4-dən 5-i oxuyasınız. Yox, 3-dən 4-ü oxuyasınız. 3-dən 4-ü müəllimə. Bəli, bəli. Deyir, standartın strukturunda yer alan ikinci rəqəm əsas standartdır. Standart ilə bağlı düzgün fikir hansıdır?
Aha. Standart strukturunda yer alan ikinci rəqəm, birinci gedir məzun xətti, ikinci əsas standart, üçüncü də alt standart. Düzdür müəllimə? Ayşə, birinci məzmun xətti, ikinci əsas standart, üçüncü az standart. Doğrudur. Alt standart. Aha. İndi bizə sorulur ki, İkinci əsas standart fikir, yaş dövrünə görə daimi olaraq dəyişir. Məşğələnin birbaşa məqsədini formalaşdırır. Əsas standartın yaş dövrlərinə görə dəyişmir, məzmun xəttindən çıxır. Hər məşğələnin yerindən vacib olan bir koddur. Yaş dövrünə görə daimi olaraq. Yəni bu A bəndidir. Yaş dövrünə görə daimi olaraq dəyişir. o hansıydı müəllimə yaş dövrlərinə görə daima dəyişən? Biri var idi əsasən dəyişmə. Biri də var idi ki, yaş dövrlərinə görə dəyişir daima. Yox, bir şey deyil. Aha. Yaş dövrünə əsasən dəyişən şeydir, əsas standart. Aha. Mən məzun xəttini tapmalıyam da. Hə, düzdür müəllimə? Mən burada hansı tapmalıydım? Əsas standartı da. Elə əsas standarta aid olan açar söz tapmalısınız. Hansı doğrudur da, yəni düzgün fikri tapın. Bax, yaş qruplarına görə daim dəyişir. Daim dəyişən müəllimə hansı idi? Bizim inkişaf sahəmiz idi. İnkişaf sahəsi, estağfurullah, alt standart idi. Baxın müəllimə. O yaş qruplarına görə. Alt standartımız yaşa görə dəyişir. Saddə mürəkkəbə doğru. Dəyişir. Aha. Orada bir dəqiqə. Hə. Yaş qruplarına görə daim dəyişən olduğu alt standart. Testə gəlin. Yox. Bir dəqiqə müəllimə. Ələm dəydi bir-birinə. Buyurun. Buradaydıq. Hə, bu daim dəyişən o da alt standart. Məşğələlərin birbaşa məqsədini formalaşdırır. Bu hansı olar sizcə? Məqsədi formalaşdıran. Məşğələnin birbaşa məqsədini formalaşdırırsa, alt standart məqsədi formalaşdırır. Səs açmaq olmaz müəllimə. Bəli, alt standart bu. Alt standartdır, bəli. İndi C-ni oxuyaq. Əsas standart yaş dövrünə görə dəyişmir, məzmun xətti çıxır. Həmən C bəndidir onda. Bəli, yaş dövrünə görə dəyişmir, məzmun xəttindən çıxır. Və hər məşğələdə yenidən yazılması vacib olan bir koddur. Bu nə olar sizcə? Hər məşğələdə yenidən yazılması vacib olan kod. Hər məşğələdə vacib olan kod. Aha. Bilmədim. Deyim İzah eləyərsiniz mənə bunu. Bax, hər məşğələdə biz plan yazırıq ha. Hər məşğələ üçün plan yazanda alt standartı dəyişirik də. Məşğələyə uyğun, yəni alt standartı əsas standartı dəyişir də mənə. Hər məşğələdə yenidən yazılması vacib olan kod alt standartdır. Bəli, doğrudur. Yəni bax bunu belə yadda saxlayırsınız ki, biz məqsədi hardan çıxardırıq? Alt standartdan çıxardırıq. Hər məşğələdə yenidən yazılan kodu əsas standartdan çıxardırıq onda. Əsas, bax müəllimə, inkişaf sahəsidir. İnkişaf sahəsinin bölünür əsas standarta. Əsas standart da parçalanır alt standartlara. Elə bir ümumidən xüsusiyə doğru gedir. Alt standartdan da məşğələnin məqsədi çıxır. Məqsədi çıxardır. Aha, indi 4-ü oxuyursunuz müəllimə. Deyir, sadə riyazi əməliyyatları yerinə yetirir. Əsas standartın kodu kurikulumda necə qeyd olunmalıdır? Aha. Sadə riyazi əməliyyatları yerinə yetirir. Əsas standart kodu kurikulumda necə qeyd olunmalıdır? Müəllimə, burada 2-3 olmalıdır. Bəli, görürsünüz, yadda qalıb. Bəli, 2-3 olacaq. Bu estetikin kaydını eləyirəm. İndi o 1-2 saata, 3 saata yüklənir. Bax, bugün göndərəcəm axşam. Estetik eləmişdik o günlərim. O da çox gözəl kaydıydı. Bax, o B variant doğrudur. Görürsünüz, yadda qalır. İndi Səbinə müəllimə, səsi aça bilirsiniz? Mənə deyirsiniz müəlliməm? Yox, ödənişçi qrupdan Səbinə müəllimə. Səbinə müəllimə. Yaxşı, onda Səbinə müəllimə yəqin. Onda Mehriban müəllimə, aça bilirsiniz səsi? Düzəldi sizdə WhatsApp. Onda gəldi. Onda Könül müəllimə oxusun. Mütləq gərək Mehriban müəllimə ilə çalışaq. Bütün üzərində. Gəl, indi 5-6-nı Könül müəllimə oxusun. 5-6.
Könül müəllimə. Dəqiq oxuyuram. Hə. Bu ödənişli qrupumdan Könül müəllimə. Bayaq oxuyurduq ha. Bu ödənişli qrupdur. Sadəcə atdım ki, ödənişsiz qrupa da atdım ki, müəllimələrə dəstək kimi. Amma bu ödənişli qrupumdur. Ödənişli qrupumdan Könül müəllimə. İl qrupumdan. Dəqiq. Bilirəm müəllimə, prosta görmürəm Sizin testini. adınız dəyişibdir. Amina yazılıb orada. Ona görə çaşbaş qaldım. Müəllimə görsənir indi. Ona görə. Kompüterlə qoşuldum. Orada Amina Hə, qızımın adınız adı ilə, fərqlidir. ona Mən də görə. deyirəm ki, bu nə səsdir. Ada baxıram. 5-dən 6 müəllimə. Siz də 5-dən 6-nı oxuyun. İndi Mehriban müəllimə ilə danışacağam. Nəsə andıramır mitdə səs açmağı. Gərək onu danışaq bir yerdə həll eləyək. 5-6-nı siz oxuyursunuz. Bir Bax, dəqiqə. görsənir müəllimə. Başa Görsənirmi ekranda? Bir dəqiqə, indi burada telefondan qoşuluram təzədən. Aha. Çünki burada yaxşı görmürəm. Gəldi burada. Sağ olun Nuray müəllimə. Neçəncidir müəllimə? 5-ci. İkisinin də səsini açmısınız. Birini bağlayın, biri açıq qalsın. Aminə müəllimə. Biri bağlı, biri açıq olsun. Könül müəllimə. Görün andıra bilirsinizmi? 5-6. Açın səsi. O birisini bağlayın, kompüteri açın. Aha. Aha, Üçüncü oradan, hə. rəqəm olan Hə. alt standart haqqında vəsaitdə verilən vacib qeyd hansıdır? Alt standartları mütləq şəkildə hər bir müəllim əzbər bilməlidir. Alt standartlar yaş qruplarına görə heç vaxt dəyişmir. Onları əzbər bilmək vacib deyil. Məzmununun və mürəkkəblik dərəcəsinə baxaraq hansı yaş qrupuna aid olduğunu müəyyən etmək olar. Alt standartlar yalnız estetik yaradıcı sahədə tətbiq olunur. Aha. Deməli, bunlardan biri vacib qeyd verilən vacib qeyddir. Deməli, üçüncü rəqəm olan. Üçüncü rəqəm Aha. üçüncü rəqəm Bir deməli. qayda ki. Alt Üçüncü standartların rəqəm budur, bax, şəkildə müəllimə. hər bir Üçüncü rəqəm, bax bu alt standart. 2, 3. Üçüncü budur, Aha, alt standartımız. bildim Bax budur mən. 3. Aha. Bilirəm, hə, onu bildim. Prosta hansı siz demişdiniz mən bizə ki, hansısa inkişaf şöbəsi dəyişmir. Yaş Aha. alt İnkişaf standart sahəsi dəyişir. dəyişmir. İnşaat şöbəsi dəyişmir. Yaş Dəyişmir. qrupuna Olduğu kimi görə qalır. daim alt standart. Aha. İndi burada düzünü istəyir də bizdən. Hı hı. Qeyd hansıdır? Vəsaitdə verilən vacib qeyd hansıdır? Alt standartlar yaş qrupuna görə, yaş qrupuna görə dəyişir amma. Alt Dəyişmir standartlar. yazıb. Görürsünüz, bu da testin açar məqamıdır. Dəyişmirdirsə deməli bu Aha. səhvdir. Həmişə sözün ardını oxumalıyıq ki, Aha. səhv eləməyək. Və məsələn deyir ki, Düzdür, alt standart yalnız estetik sahədə tətbiq olunur. Doğrudur sizcə? Yox, bu da səhvdir. Yox, Bəli. xeyr, Çünki bu da səhvdir. bütün inkişaf Çünki sahələrində dördü. tətbiq olunur, dördündə də. Sonra Bəli, bəli. deyir ki, alt standartlar Onlar mütləq bilir. şəkildə hər bir müəllim əzbər bilməlidir. Hamı əzbər bilməlidir alt standartı. O boyda alt standartı. Xeyr, onun əsas məzmunudur da. Onun əsas içini Ay, bilsək sağ ol. bəsimizdir. Ay, sağ olun. Bəli. Aha, indi burada Əsas hansını indi hansı seçirik olar müəllimə? sizcə? Hansı variant olar müəllimə? Yavaş-yavaş öyrənəsiz. Yaş Merak etsən görün. qruplarına görə Aha. bir də xırına heç vacib qeyd hansıdır? Vacib qeyd. Deməli, onlar əzbər bilmək vacib deyil. Az standart yaş qruplarına görə dəyişir. Deməli, burada C variantı, onları əzbər bilmək vacib deyil. Məzmun C variantıdır müəllimə. Müəllimələr, altdan elə bir müəllimə tapandan sonra mı yazın? Mən deyəcəm ki, kim tapar variant, onda yazın. Çünki müəllimənin də fikri qarışmasın. Deyir, onları əzbər bilmək vacib deyil. Mən Doğrudur. onu da görmürəm. Müəllimə Elə. Deyir, onları bilmək vacib deyil, əzbər bilmək. Doğrudur. Biz onu necə kompüterdəyik ki, beynimiz hamısını əzbər bilək. Məzmununa və mürəkkəbi dərəcəsinə baxaraq hansı yaş qrupa aid olduğunu bilmək, etmək olar, aid etmək. Bəli, bu doğru variantdır. Bax, C variantı doğrudur. Bəli.
İndi altını oxuyursunuz. Aha. Hı hı. Əməyin növləri və inşa deməli, vəsaitə əsasən məktəbə qədər yaş dövründə əməyin neçə növü var və hansılardır? Əqli, 2 növü, fiziki əmək, əqli əmək, 3 növü özünə xidmət, Aha. təbiət əməyi, kollektiv əmək, 4 növü özünə xidmət, təsərrüfat əməyi, əl əməyi, Aha. 5 növü oyun, təlim, əmək. Bu oyun, təlim bu əmək sayılmır axı müəllimə. Ay sağ ol. Deyil. Oyun təlim doğrudur. Əla. Bunu çıxdıq. Fiziki Neyini çıxdıq? var. Bax çıxmasından istifadə edirik. Doğru. Fiziki əqli, fiziki özünə xidmət o əmək sayılır. 3-cü növdə. Fiziki əmək var müəllimə, yoxsa yoxdur? Fiziki əmək. əmək. Fiziki əmək onda nəsədir? Fiziki əmək. Fiziki əmək məncə olmalıdır. Fiziki. Yox, fiziki əmək yoxdur müəllimə. Fiziki biz 4 dənə əmək növü var. 4 əmək növü var hansılardır? Özünə xidmət var. Çünki Aha. uşaqlar istəyir, sonra təsərrüfat Sizdə izah eləmişdim. Aha, özünə xidmət var. Təbiət, əl əməyi. Düzdür, demişdiniz bunu müəllimə. Düz deyirsiniz. Onda Aysan. C-dir. Özünə xidmət, təsərrüfat, məişət əməyi, təbiət əl əməyi. Doğrudur, C variantıdır. İndi Mehriban müəllimə, əgər sizdə səsi aça bilirsə, açın. Nə vaxt siz açın, mən sizi biləcəm. Deyin ki, mən Mehriban müəlliməyəm. Axşamınız xeyir müəllimə. Axşamınızdır. Bəli. Açdım müəllimə səsi. Necəsiz, nə var, nə yox? Sağ Salam, ol. işiniz aman olsun. Çox sağ olun müəllimə. Siz bizim ödənişli qrupumuzdakı Mehriban müəlliməsiz. Müəllimə. Ödənişli qrupumuzdakı Mehriban müəlliməsiz. Bəli, bəli. Bəli, bəli. Deməli müəllimə, axır ki açdınız. Belə narahat qalmışdım. 7 ilə 8 sizindir. 7-8 oxuyasınız. Aça bilmirdim. Əmin nəvisi var, ona açdırdım səsi. Aça bilmirdim ki. Hə, mütləq açın, oxuyun burada. Bax bunu elə burada işləyəcək. İşləyən müəllimələr üçün belə rahat olur ki, canlı işləyirik. Aha. 7 ilə 8 işləyəsiniz. İndi müəllimə 7-ni oxuyaq. Aha. Uşaqlarda kiçik qrupda tətbiq edilir. Müstəqillik, səliqəlilik aşılayır. Yuyunmaq, geyinmək, yatağı səliqəyə salmaq kimi fəaliyyətlər əməyin hansı növünə aiddir? Müəllimə B bəndi, özünə xidmət əməyinə. Baxın. Təsərrüfat əməyi var, özünə xidmət B-ni əməyi var. seçdiniz müəllimə, B. B deyirəm müəllimə. Siz hansını oxudunuz? 8-i? 7-ni oxudum müəllimə. 7-də neçəni? D-ni seçdiniz? Təbiət əməyi. B-ni seçdim müəllimə. B müəllimə, B doğrudur, bəli. Bəli, bəli. Çünki yumaq, geyinmək, yatağın səliqəyə salmaq elə özü özünə xidmət əməyidir. Bəli müəllimə, özü eləyir də, bütün işləri özü eləyir. Bəli, doğrudur. İndi gəldik 8-ə. 8-ə. Aha. Özünə xidmət əməyinin tərbiyəvi tərəfini də müəllimin rolu necə xarakterizə olunur? Özünə xidmət müəllim yalnız kənardan izləməli olur, izləyici olur. Müəllim uşağın əvəzinə bütün işləri görür. Müəllimin rolu müəllim yalnız kənardan izləyici olmalıdır. Özünə xidmət əməyində ancaq müəllim uşaqları kənardan izləməlidir. Kənardan izləməli. Bəli, uşağın əvəzinə iş görməlidir, onu cəzalandırmamalıdır. Səhvlərin müəllim yalnız səhvləri yox. Bir A variantı müəllimə. Aha. Yalnız kənarda izləyici olmalıdır, eləmi? Elə Bəs desək ki, bir də o birislərə də baxaq. Müəllim uşağın əvəzinə bütün işləri özü görməlidir. Ola bilər bu müəllimə? Xeyr, ola bilməz. Ola bilməz. Və desək ki, müəllim yalnız səhvləri cəzalandırmalıdır. Yox, ola bilməz. Uşağı cəzalandırmaq olmaz. İndi A-dan C qaldı. Müəllim yalnız kənardan izləyici olmalıdır. Ola bilər sizcə?
Kənardan izləyici var. Müəllimin rolu. Bir də bunu oxuyaq. C-ni də oxuyun görün ya A-dır ya C-dir. Müəllim rol model. Nümunə model. olmalı. Ha, model Nümunə olmalıdır. Aha. Hmm. Görün uşaq necə təmiz əl üzünü Görünüş yuyuram. uşaq necə təmiz əl üzünü yuyuram. Yuyuram. Aha. Uşaq görün necə əl üzümü təmiz yuyuram. Rol model olur da. Elə bir ki, uşaq ona baxıb hərəkət edir. Uşaqlara özü əvvəlcə yuyur, deyir ki, uşaqlar görün necə əlimi yuyuram, elə müəllimə. Bəli, bəli. Ay son. Sizcə onda C mi olar, yoxsa yalnız kənardan izləyici mi olar? Yoxsa uşağa dəstək olmalıdır scaffolding? C olmalıdır müəllimə. Ay, Uşaq sağ ol. elə bir göstərir, əvvəlcə özü göstərir, sonra da nümunə kimi özü göstərir ki, mən belə yuyuram əlimi, siz də belə yuyun. Və müəllimə, bax bu yalnız sözləri var ha. Yalnız olan testlərdən həmişə şübhələnin, dərindən oxuyun. Yəni istisna hallarda yalnız söz olur. Çox vaxt yalnız testlər səhv olur. Deyə bilmərəm ha, hamısı səhv olur. Olur da bəzən testdə çıxa bilər, düz də ola bilər. Bir müəllimə, C variantıymış. 9 oxuyun müəllimə. Aha, 9 oxuyursunuz müəllimə. Burada o növbətçilik də var. Yataq otağını onun meydançalarını səliqəyə salmaq, süfrəni düzəltməsi, növbətçilik vəzifəsini yerinə yetirməsi əməyin hansı növünü məzmununa daxildir? Eləməyi, təbiət, özünə xidmət, yataq otağının meydançalarını səliqəyə salmaq. Burada müəllimə, cəm də var da. Ay, son məişət doğrudur. Cəm var da, növbətçilik. Növbətçilik varsa da doğrudur. Olur təsərrüfat məişət əməyi. Çünki oyun meydançasını, biri var özünə nəsə xidmət eləyə. Bax, cəmdir, yataq otaqlarını. Biri var özünün olsaydı deyərdik özünə xidmət. Amma burada yataq otaqlarını, oyun meydançalarını səliqəyə salmaq, süfrənin düzəldilməsi. Bəli, o elə bir cəmə necə deyim, cəmə qulluq edir. Süfrə var, süfrə mədəniyyəti var, süfrə. Süfrəni düzəltmək var. Bəli. Bu da təsərrüfat məişət əməyidir. Amma desəydi ki, müəllimə, dünən o gün siz qulaq asırdınız. Desəydi ki, əgər uşaq məsələn, bir də ki, süfrəni düzmək oldu müəllimə 3-2. 3-2 yəni estetik oldu da, süfrəni düzəldir. Əgər desək ki, orada qaşıq çəngəldən istifadə edir, yeyir. Onda hansı inkişaf sahəsi olar? Mədəni yeyir da, nəsə düzgün istifadə edir, qaşıq çəngə, ağzın zadı silir. Onda nə olar sizcə? Hansı inkişaf sahəsinə aid olar? Gigiyenik. Ay, sağ ol, fiziki. Aha. Bəli, müəllimə. Fizikiyə aiddir, fiziki inkişaf sahəsinə. Masa arxasında davranış və ümumi qaydalara əsasən təmizləyir və gigiyenik qaydalara əməl edir. Qəşəng, maşallah. Baxın müəllimə, desək ki, əgər qonaq gəlirsə, süfrəni düzürükcə də səliqəli də, belə estetik. Onu da oxuyun. Onu da oxuyun, çünki bayaq sizi çağırdım, ondan 11 oxuyun. Bayaq çağırdım, siz yoxuydunuz. Sonra da Xəyalə müəllimədən soruşacağam. Aha, ondan 11 oxuyasınız. Deməli, dedik ki, müəllimə, estetik nə vaxt olurdu? Süfrəni düzürdüksə, olurdu estetik. Yerdiksə... Müəllimə, zəhmət olmasa, nə olar? Kimdən? Təbiətdə. Nurlan müəllimə, bu ödənişli qrupdur. Sadəcə izləyici olaraqdan atmışam ki, müəllimlər izləyici kimi dəstək olsun. Sadəcə ödənişlərdən soruşuram. Müəllimə, söz gedib gəlir, eşitmədim. Aha, 10-dan 11-dir müəllimə. 10-dan 11 oxuyasınız. Aha, 10'dur, bax budur. Görsənir müəllimə 10. Hə, tamam. Aha, oxuyun. Müəllimə, oxuyun. Bəli. Onu 11 siz oxuyasınız. Bayaq çağırdım, siz də telefonda qoşula bilmirdiniz də, səs aça bilmirdiniz. Onu 11 siz oxuyasınız. Sonra o birisi müəllimələrdən soruşacağam. Hərəyə 2-2 yenə gedəcəm. Müəllimə, təbiətdə əmək uşaqların hansı sahələrinin inkişafında mühüm rol oynayır və Vesayətdə hansı inkişaf xüsusi vurğulanır? Aha. Yəni, xüsusi.
Yalnız uşaqların əqli və sensor inkişafı baş verir. Torpağın əhəmiyyəti aşılanması heyvan və bitki aləminin öyrənilməsi sıxlıyır. Müəllimə B bəndi olacaq bu. Ay, sağ olun. Uşaqların B bəndidir. Çünki biz sizə sensor açıqlama inkişaf verin baş niyə? verir. Niyə beni seçdiniz müəllimə? Açıqlama verin. Uşaqlarda əqli və sensor inkişaf baş verir. Aha. Torpağın əhəmiyyətini anlayır. Aha. Heyvan və bitki aləmin öyrənir. Bəli, bu doğrudur. İndi bəs nəyə görə siz A-nı, C-ni, D-ni çıxdınız? Ona görə ki, burada müstəqil duyumlu inkişaf ola bilməz. Musiqi duyumu ola bilməz burada. Ay, sağ ol. Məntiqsizdir. Musiqi duyumu da ola bilməz. Riyazi təsəvvür də formalaşa bilməz. Burada sırf riyazi təsəvvür deyir. Ona görə bəli, səhvdir. B variant, Ola doğrudur bilir. müəllimə. İndi 11-də oxuyun. Müəllimə, mən keçən dərs sizə əməyin növlərini izah eləmişdim. Bilmirəm. Hə, elə bir eləmişdim ki, dedim ki, testlərlə şəklində öyrənəcəyik. Nəsə çəkiniz olsa soruşun. Aha, indi onu oxudunuz, 11-də oxuyun. 11 oxuyun. Aşağıdakılardan hansı əl əməyinin xüsusiyyətlərinə və nəticələrinə aid deyil? Aha. Kiçik əl əməyi, kiçik motor bacarıqları. Bunu da mən sizə açar söz kimi göstərmişdim. Qalın Hardasa. çağırıq və təbiət materiallarının santaqalarının Əl əməyinə aid deyildi. Bax, həmişə müəllimə, bax, bir də bu cümlənin axırına fikir verin. Həmişə testdə müəllim deyir ki, ay müəllimə, niyə görə səhv çıxdı? Bura oxumur da. Bura mütləq həmişə baxın, aiddirmi yoxsa aid deyilmi deyir. Aha. aid deyil. Aha, çıxdı. Olmayan. Aid deyil. Kiçik motor bacarıq quraşdırma inkişaf eləyərmi əl əməyində? Xeyr, müəllim. Əl əməyində yox, qalın kağızlar. Olar müəllimə. Çünki kiçik Olar. motor inkişaf eləyir. Bəli, Motor uşaq. əl əməyidir. Aha. O bildim. Qalın kağız əşyalar düzəltmək, təbiət Aha. materialları uzun. Bu da əl əməyinə Ay, aiddir. son aiddir. C-yə də baxaq. Bunun sayəsində Bu standartımızın içində də var. bəlkə Müəllimə, variant hələ yazmayın. Çünki müəllimə hələ seçim. Bilmiyorum, C variantı ola bilməz. Ay, son. Ay, sağ olun. Çünki C variantı aiddir. Müəllimə, C aiddir. Çünki Əl əməyi. hə, bir dəqiqə. O mən çaşdırıcı məqam kimi qoymuşam. Bax. Hardasa buralarda bir yerdə adı çəkilir. Yox, dərsin içərisində çəkilir. Dərsin içərisində göstərəcəm sizə. Bu elə xüsusilə əl əməyinə aiddir. Çünki biz bunun sayəsində mağaza sərgi oyunları. Məsələn, biz tutalım plastindən meyvə düzəldirik. Rollu oyunlar. Elə bilinən ki, uşaqlar Tərəvəzləri sərgiyə çıxardırıq. Nəsə quraşdırırıq, məsələn, quraşdırma da tutalım kağızdan nəsə düzəldirik, qoyuruq. Əl əməyi də fərqi yox. Nəsə hazırlayırıq, onu qoyuruq sərgiyə. İndi gəlirik müəllimə. D-yə baxaq görüm, D əl əməyi olarmı? Hansı əməyə aid olar D? Süfrəyə qabları düzmək və çörək qabını Daşımaq. əl əməyin əsas fəaliyyətlərindəndir. Aha. Fəaliyyətidir. Əsas fəaliyyətidir. Elədir müəllimə sizcə? Yox. Ay, sağ ol. Nə oldu sizcə onda? Hansını çıxdı, hansı aid olmadı? Süfrəyə qabları Ay, sağ ol. düzmək. Bu hansı əməkdir müəllimə? Bayaq dediniz süfrəyi düzmək. Nə əməyidir bu? Xidmət. Yox, müəllimə, səs açmaması. Aha. O şeydir, təsərrüfat məişət əməyi. Ay, sağ ol. Təsərrüfat məişət əməyi. Doğrudur müəllimə. Əla. D variantdır. İndi Xəyalə müəllimə, siz də 12 ilə 13 oxuyursunuz. Yəni müəllimə oxuyuram. Aha. Deyir idrakın İdrakin inkişafı sahəsinin məqsədi uşaqlarda nəyin formalaşdırılmasıdır?
A bəndi akvarium suyunun təmizlənməsi vərdişinin bu deyili. Sonra emosional hissi təcrübə əsasında elementar tədqiqatçılıq fəaliyyətin formalaşdırılması. Məncə mən B-dir. Çünki burada tədqiqatçılıq var. C-də bədii yaradıcılıq bacarıqlarının nümayişi, bədii yaradıcılıq kollektiv şəkildə böyüklərin sözünü baxmaq adəti. Bu sosial şeydir. Bu sosialdır, kollektiv. Sonra bədii yaradıcılıq bu estetikə gedir də məncə yaradıcılıq. Ay sağ olun. Məncə B olmalı çünki burada tədqiqatçılıq və icraçı tədqiqatçılıq gedir. Düzdür müəllimə yoxsa Bəli, bəli, elementar tədqiqatçılıq doğrudur. Təcrübə də var, elementar təcrübə. Təcrübə sonunda akvarium suyunun təmizlənməsi. Bu da elə bir ki, əmək kimi gedir. Əmək kimi gedir. Əmək axı 3-2-yə aiddir, əmək kimi gedir. Pərviz müəllimə, səsi bağlayarsınız, çox xahiş. Pərviz Orucov, səs açıq qalıb sizdə. İndi müəllimə gəldik. Müəllimə siz? Yox, Pərviz müəllimə var, o səsi açıq qoyub, oradan səs gəlir. İndi 13 oxuyur müəllimə, siz 13 oxuyursunuz. Deyir ki, hörmət, münasibət və dözüm, tolerantlıq nümayiş etdirir standartların hansı inkişaf sahəsinə və hansı koda məxsusdur. Dözüm, tolerantlıq və axırıncı izah elədiyim idi. İndi qayda yüklənsin, göndərəcəm onda. Hansı? Bu sosialda olmalıdır. 4-3 olmalıdır. Məncə C bəndi. Bəli, elə 4-3 hörmət və dözüm, tolerantlıq idi. 14 oxuyun müəllimə. 14 oxuyun müəllimə mən. Oxuyun. 14 oxuyun. Müəllimə. Oxuyun müəllimə. Səsiniz gəlsin. Deyən masa arxasında davranışına. Masa arxasında davranışın ümumi qaydaları əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. Masa arxasında bu fiziki inkişafdır. Masa arxasında davranış qaydaları, təmizlik və gigiyena. Bu bir-iki olmalıdır. Bəli, doğrudur. 1-2 olmalıdır, hə? Çünki bir fiziki inkişafdır, 1-2 məncə masa arxasında davranış olmalıdır. Ay, sən, doğrudur. İndi müəllimə, yenə sizdən gələcəm. 15 də oxuyun, keçim o birisi testi təzə, o birisi müəllimə oxuyarıq. Bunu da oxuyun. Elə eləyim ki, cavab görsənməsin. 15 oxuyursunuz. Sonra hansı müəllimə gəlir? Dondu. Deyir, estetik və yaradıcı inkişaf sahəsində uşaqların hansı bacarığının inkişafı təmin edir? Bu estetik və yaradıcı ikinci yox. Üçüncü inkişaf sahəsidir. Ay, sağ ol. Əşya və hadisələr haqqında sadə riyazi hesablamalar aparırsa bu idrakdır. Ətraf aləmdəki obyektləri müşahidə və müzakirə etmək, yaradıcı təxəyyül, təfəkkür və musiqi duyumu. Bu şeyə gedəcək şey. Musiqi varsa estetikə gedir, hə? Yoxsa? Ay, sağ olun, bəli, doğrudur. Nə oldu 15? Deyir, yalnız özünə xidmət qaydalarını mexaniki icra etmək. Özünə xidmət məncə şeydə olmalıdır. Yox, gigiyena qaydalarında, fiziki inkişafda, hə? Mexaniki deyir özdə, bəli, özdə mexaniki söz də var burada. Yəni o əzbəri. Bəli. Bu səhvlik olmaz. Elementar hüquqi normaları dərk etmək. Bu da yəni ki, aid olmaz. Elementar sözü idraka aid, amma hüquqi normalar ucu bu şeydir, heç aidiyyətsiz bir şeydir. Bəli. Bu da riyaziyyat edir. Bu da riyaziyyat edir. Əşyaçılar haqqında sadə riyaziyyat hesablamalar aparmaq. O idrak edir mənim. O riyaziyyatda idrak edir. Bəli. Onda variantımız nə oldu? Mən B. Bəli, yaradıcı təxəyyül, təfəkkür, musiqi duyumu doğrudur. Əla müəllimə, qəşəng. Maşallah, qəşəng işlərdiniz. Görürsünüz, biz buna bəlkə 6 saat vaxt sərf eləmişik də. Yox. 2 saat belə o birisilər də atmışdım da fiziki idrak inkişafı. Yəni hamısı bu testlər var hə qrupumuzda. Atmışam mən fizikini də idrak yox, oxumaq, qulaq asmaq. Fizikini də atdım, idraki də atdım. Estetik də yüklənir. Onu da axşam göndərəcəm qrupa.
İndi Testlərimiz var hə qrupda. bəli, bu testi göndərmişəm. Bu testi Xədicə müəllimə səsi bağlayar zəhmət olmasa. Bu testi Yaxşı. göndərmişəm. Yox, siz yox, Xədicə müəllimə. Testi göndərmişəm, oradan yenə təkrar-təkrar işləyərsiniz. İndi Çox sağ olun gəldik. müəllim. Siz sağ olun müəllimə. Yenə geri qayıdacağam. İndi o birisi testə keçirəm. Bugün onu harda eləmişdik? Bu deyil. Bundan da işləyə bilər. Hə, biraz bundan eləyək yaş qrupları üzrə. İndi Könül müəllimə. Oradasınız. Bir də Səbinə müəllimə siz gəldiniz görəm. Könül müəllimə səsi açarsınız zəhmət olmasa. Sonra da Mehriban müəlliməyə gələcəm. Aha. Müəllim, birinci müəllimə. Bir Bəli, müəllim birinci. uşağın maneələri dəf edərək 3-4 metr məsafədən qaçdığını müşahidə edir. Bu fəaliyyət hansı yaş qrupunun hansı alt standartına uyğundur? Aha. Deməli, mən 3-4 metr qət edirsəm, amma bu biraz böyük uşaqdır yəqin. Yox. Mən deyim. Müəllim uşağın maneədən 3-4 metr məsafəyə qaçdığını müşahidə edir. Bu fəaliyyət hansı yaş qrupunun hansı Ay. alt standartına? Amma altdan yazmayın ha müəllimələr. Qoy Könül müəllimə öz fikrini desin. Onda deyəcəm yazın variantı, onda yazarsınız. Amma hələ yazmayın ki, qoy çaşmasın. Müəllimə A variantıdır, 2-3 yaş, 3-4 metr. Aha, 3-4 metrə A deyirsiniz siz. Onda Xəyilə müəllimə siz nə fikirləşirsiniz? Mən B-dir. B 1-2 yaş. fikirləşirsiniz. Bəs Mehriban müəllimə nə fikirləşir? Mən də 2-3 yaş deyərdim. 2-3 yaş deyirsiniz. İndi müəllimə gəlin biz nə edək? 2 yaşında. Göz yadda sizə bunu niyə açmışam? Göz yaddaşına görə açmışam ki, yəni sizdə qəşəng yadınızda, beyninizdə tam qalsın. Baxın müəllimə, bax burada bax sizin bu heç vaxt yadınızdan çıxmayacaq. Bax 3-4 metr məsafə. 1-2 yaş. Gördünüz? Buradan çıxartmışam sualı. Yanlara dönmədə birinci köklər qrupudur. Sadə fiziki göstərici hərəkətlərdə birinci köklər qrupudur. Bir də deyirik ki, 3-4 metr məsafə uca 1-2 yaşada saxlayırsınız. Aha. İndi gəldik bura. Özüm belə göstərirəm ki, yaddan çıxmasın. İndi 2-yə gəlirik müəllimə. Siz də 4-dən oxuyun, 4-4 gedək. 4-dən oxuyun, onsuz da 60, 90, 100 də nə qədər testim var. Uşağın sol və sağ ayaq üzərində irəliyə doğru tullanması fəaliyyətin hansı yaş qrupunda Bunu dönə-dönə izləmişəm. Bir, iki, standart üzrə formalaşır. Uşağın sol, sağ. Sol, sağ. Yazmayın müəllimələr. Yəni, sol, sağ adətən orta qrupda uşaqlar artıq bilirlər də. Sol, sağ ayaq üzərində irəliyə doğru. Bu standartın özü də var ha orada. Özü var orada. Sol, sağ. Məncə bu 3-4 yaş, orta qrup, 4-5 yaş. Bax, orta qrup 3-4 yaşdır müəllimə. 4-5 yaşda böyük qrupdur. 4-5-6 yaşda məktəbə hazırlanır. Ay, son 1-2 yaşda birinci köklər qrupu, 2-3 ikinci. Hamısını bura salmışam. Hansı var? Hansılar sizcə müəllimə? Edebi qəbuldasınız. Hansını götürərsiniz? Mən 4-5 yaş götürərdim. Ay, son 4-5 yaşdır. Yaşına görə, qrupa görə. Bax, o cədvəlləri çıxardıb baxın evdə. Yaxşımı? Bax, gəlin baxaq görüm. Sağ və sol bax. Bax, bu indi burada 4-5 yaşdır. Bax, 4-cü sütun yadda saxlayın. Buralarda görürsünüz yaş qrupu yazılmayıbdı. Belə yadda saxlayın. 1-1, ikinci 1-2, ikinci 2-3 yaş, üçüncü ortada, 4-cü 4-5 yaş, 5-ci də 5-6 yaş. Hə, bax, bu 1-1 yaş, 2-3 yaş, 3-4, bax, belə gedəcək. Bax, indi sağ-sol görürsünüz, elə buradadır. İmенно buradan çıxardıb bura qoymuşam. Bəli, doğrudur. Böyük qrupdadır. Mən belə testləri işləyəndə bilirəm ki, o yaddan çıxmır. Mən həmişə belə usuna yadda saxlamışam. İndi gələn müəllimə, siz 3-dən 4 oxuyasınız. 3-ü 4 oxuyun. Çox ya. Kiçik motor hərəkətlərini, əşyaları və oyuncaqları saxlayır, atır, tutur, şəkil çəkir, yapışdırır, quraşdırır. Koordinasiya Hansı edir. yaş qrup koordinasiya edir? Bu hansı qrup? Bu məktəbə hazırlıqdır. 5-6 yaş. Aha. Hamısını Nə seçdiniz? Topu
kürəci müxtəlif müəllim şəkli çəkib yapışdırır. İstəyirsinizsə sabah sizə vaxt eləyərəm o fiziki idrakını. Məncə o videodan baxmamısınız. Baxmısınız bir fiziki atdığım video yoxsa baxmamısınız? Mən baxmışam. Sadəcə kağızları bu müəllimə gəlib deyənə proqram ona görə. Amma sizə izah Mən edəcəm. oxuyum. Kim? Gələcək Mən oxumaq istəyirəm. Bu 3 ilə 4-ü oxuyacaq Könül müəllimə 4-4 gedəcəyik. Sonra Mehriban müəlliməm, Xəliməm, hansısa biriniz olasınız. Üçüncü nə oldu müəlliməm? Bir dənə seçin. Ekran niyə getmir? Deməli, görə başladım ki, 5-6 yaş deyil, onda orta böyük qrupdur. Böyük qrupdur. 4-5 yaş. Ay, sağ olun. D qrupu. 4-5 yaş. Nə yaxşı açıldı, şükür Allaha ekran. Ekran donur. Bir dəqiqə. Niyə dolsun ki? Təzədən paylaşım. Dayandırım ekranı, bir də paylaşım. Görüm açacaq indi. Bir dəqiqə. Telefon, kompüter donur nəsə. Aha. Görən donacaq yoxsa yox. Donsa gələk bir də açaq. Buradan çıxıram, bura gəlirəm. Bura. Bir dəqiqə. Bunu da götürüm buradan. Dəqiqə müəllimlər, bir saniyə. Buradan çıxdım, mən bura gəlirəm axı. Buradayım. Aha. Bir dəqiqə müəllimə. Alınmasa çıxıb təkrar girəcəm. Nəsə internetdən problem var, bilmədim heç. Bir dəqiqə, çıxım bir dənə bir təkrar girim. Buradan çıxmır, bəlkə yüklənibdir. Qiymətləndirmə qutardıq. Buradan çıxım. Dəqiqə, ekran görsənmir müəllimələr. Dəqiqə, indi açım görüm təkrar bəlkə indi açılar. Heç vaxt onu deyirik, 2 səfər də belə şey olur. Aha. Açıldı. Görüm indi tərpənir. Gedir. Vəsə. Gəldim müəllimələr, gəldim. Olur birdən texniki. Görüm indi gedəcəkmi? Dəqiqə, İndi oxuyun. Bu nə seçdiniz müəllimə? Hansı idi bizdə? D variantı. Dəqiqə, əşyaları qutardıq. 6-cını oxuyurdunuz, neçəni oxuyurdunuz müəllimə? 4-ü oxuyurdunuz yoxsa? Yapışdırırdı, eləyirdi hamısını. Bu nə seçdiniz müəllimə? 3-cüdə. 3-cüdə deyir ki, barmaqlar arasında tutur, yapışdır, koordinasiya edir. A standartı hansına aiddir? Bu olacaq müəllimə orta qrup. C variantı. Artıq koordinasiya edir sözü var burada. Bəlkə də girib çıxıram yenə belə olur. Məcbur buraya yenə girməliyəm. Dəqiqə, məcbur. Sonra baxır. Donmadı, yox, qorxdum elə. Eybi yoxdur müəllimə, gəl belə oxuyaq, sonra izahını verirəm. Bu orta qrupdadır, C variantıdır. Çünki get-gedə mürəkkəbləşir. Artıq səcdə yerinə yetirməsi. Koordinasiya var da, müəllimə. Koordinasiya orta qrupda başlayır. 6-nı oxuyundu müəllimə. Açarsınız koordinasiya. 6-nı da oxuyun, keçin o bu sınavlara tez-tez gedək. Hansı yaş qrupunda uşaq gigiyena təhlükəsizlik olduqda əllərini sabunla yumaq və qurulamaq, öz şəxsi əşyalarından daraq, burun dəsmalı və salfetdən
istifadə etməyə, Sonra bədən gedirik. üzrə Orada daha qəşəngdir. 5-ci gündə şeyə gedərik, terasa. Səs çıxdı müəllimələr, səsi hələ ki Zəhmət etsin. bağlayın. Aha. bədən üzvlərinə qulluq bacarıqlarını tam sərbəst nümayiş etdirir. Hansı yaş qrupunda nümayiş etdirir hamısını? Məktubunda orta qrupdur. Orta qrupda C variantı. Altda da C variantı seçdiniz. Öz burun deməli, amma burun Əlin sabunla yuyur, öz şəxsi əşyanız burun dəsmalı saatı dəsmalı. təmizdir, aha, Bədən üzvlərinə qulluğu sərbəst şəkildə bacarır. sərbəst deyir ha. bacarır. Sərbəst şəkildə. Sərbəst. Aha. Giyona da özdə. 1, 2, 1. Onda 5-6 yaşdır. 4, 5. Nə bilim, Aha, 6-cıda 5-6 yaşlı müəllimə sərbəst şəkildə artıq istifadə eləyir. Əşyalarından daraq, gigiyena qulluq, öz şəxsi əşyanın daraq müsafirinə istifadə edir, bədən üzvlərinin qulluq, bəli. 1, 2, 1. Hə, sərbəst şəkildə eləyirsə də bəli, doğrudur. İndi gəldik 7 ilə Xəyilə müəllimə idi və ya oxumaq istəyən. Xəyilə müəllimə, sonra Mehriban müəllimədən soruşacağam. 7, 8, 9, 10. Oxuyun. Aha, 7-ni oxuyun. Dəqiqədən ekranda. Hə, 3-4 yaşlı uşağın masa arxasında ümumi davranış qaydalarını yemək, dəstlərindən, qaşıqdan istifadə etmək, ağzını, əllərini sakitlə silmək əsasən davranması hansı alt standarta daxildir? Bu alt standarta 3-4 yaşlı uşağın masa arxasında davranış yemək, dəstlərinin hadisa mən 1, 2, 3 Aha. Elə bir ki, birinci təhlükəsizlik yox. Birinci fiziki hərəkət idi, ikinci gigiyena idi. 1, 2, 3-də şey olmalıydı. Masa arxası. 3, Yaxın qarşıdı. ağzın, ələn sakit. Masa arxası müəllimə. Masa arxasından 3-4 yaş uşaq deyil. Masa arxasında davranış qaydaları. 1, 2, 2. Hə, B variantı müəllimə. 1, 2, 2-dir. Hə, Çünki biz siz niyə 1, 2, 3 o gedir uca şeyəsi. Özünə xidmət sadələri. Bəli, indi 8-ə baxın müəllimə. Təqribi görüş tapmaq olur məntiqlə. Hələ bunu evdə yenə işləyərsiniz, onu işləyəcək təmiz standartda yadınızda qalacaq. Çünki 4 inkişaf sahəsini salmışam. Aha, indi 8-i oxuyun müəllimə. Müəyyən olunmuş gigiyena qaydalarına yeməkdən əvvəl və sonra əllərini sabunla yumaq və qurulamaq, yeməkdən sonra ağzını yaxalamaq, xarici görünüşünü səliqəyə salmaq, asqırıb öskürərkən ağzını, burnunu dəsmalla tutmaq əməl edir. Fəaliyyət hansı yaş qrupuna aiddir? Bu məncə 4-5 olmalıdır. Aha, C. xarici görünüşünü səliqəyə salır. Bəli, C variant doğrudur. Əla. İndi gəlirik 9-a. Oxuyum onda mən. Hə. 9-10 oxuyasınız, yoxsa 11-də? 9-10, 11 deyəm. Yox, ikisi doğru 9-10. 9-10 oxuyasın. Aha. Qoy oxuyum onda. Sərbəst şəkildə özünə xidmət vərdişlərini nümayiş etdirir, paltarlarını səliqə ilə yığır, müstəqil şəkildə xarici görkəmli olan səliqəsizlik aşkar edir və s. Bu fəaliyyət 1, 2, 3 alt standart üzrə hansı yaş qrupuna hədəflənir? Aha, sərbəst şəkildə. Xidmətində neynir uşaqlar? Qoblən də özüm oxuyum. Paltarlarını səliqə ilə yığır, müstəqil şəkildə xarici görkəmini səliqəsizliyi aşkar edir. Bu sərbəst şəkildə deyir ha. Aha. O sizə axtarınız kim yadda qalacaq. Mən 4-5 deyil bu. Sərbəst deyir özdə. Diqqətlə fikirləşin müəllimə. Sərbəst bir dənə yaş qrupasındaydı bu 1, 2, 3-də. Sərbəst. Aha. Mən sərbəst deyilsə onda 5-6-ya gelir. Ay, sağ olun, doğrudur. Sərbəst sözü varsa, biz onu 5-6. 5-6 yaş, bəli, doğru. Hə, çünki biz niyə 4 o böyük yaş qrupasında sadəcə deyir özünə xidmət vərdişlərini yerinə yetir. Orada özünə xidmət vərdişləri, bu da sərbəst uca. Artıq sərbəst şəkildə 5-6 yaş, doğrudur. Sərbəst oxumadım, məni çaşdırdı o. Sərbəst 5-6-dadır.
Mütləq müəllimə sözün qabağına, arxasına diqqətlə, vəbşi bunun içini o qədər diqqətlə oxumalısınız. Xırda bir nüans belə gizlənir ki, bizi çaşdıra bilər, qəbul deyil olur. Bir hərfin belə fərqi olur. İndi onu oxuyursunuz müəllimə. Oxuyum da qoy. Aha. Uşaq potensial təhlükə barədə nəzarətin altında əllərini sabunla yuyur. Uşaq potensial təhlükə barədə nəzarətin altında əllərini sabunla yuyur. 1, 2, 3 ifadəsində qarşıdırılmalı və olan potensial təhlükə barəsində xəbərdarlığına adekvat reaksiya verir. Bu 1-2 olmalıdır. Aha. Burada ben böyüklərin nəzarət altında olmalı değildi bu. Ay, sağ olun. Potensial Hə, təhlükə barədə xəbər, reaksiya bax, adekvat reaksiya müəllimə açar sözdür. Bu ancaq 1-2 yaşda görülür. Bu 2 yaşda olmalıdır. Ama Bəli, ben bunu bəli. hiç unutmazdım. Böyüklərin deyəsən nəzarət altında. Hə, yoxsa? Elə bir ki, potensial Acı. təhlükə deyirsiniz müəllimə. Bəli. Hə, orada böyüklərin nəzarəti yoxdur orada. Deyir, həyatda sağlamlıq təhlükə yaradabiləcək potensial təhlükə barədə böyüklərin xəbərdarlığına düzdür, adekvat reaksiya vermə var. Amma burada nə olsun, böyüklər sözü yoxdur, amma adekvat reaksiya var sizə verir. Verir ki, yəni açar söz kimi tapılır. Çaşmıyorum ondan. Hə, adekvat Bildim. reaksiya 1-2 yaşdadır, bəli. Təhlükəsi də 1-2 yaşdadır. Onu seçəsiz elə. İndi Bildim. gəldik, hə, indi kim idi? Siz oxudunuz, gəldik Mehriban müəllimə. Hə, Mehriban müəllimədir indi. Uşaq həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır. Aha. Çay içmişim. Sadalayır. Bu fəaliyyət hansı yaş qrupunun göstəricisidir? Müəllimə, bu fəaliyyət 2-3 yaş. 2-3 yaşa aiddir. 11-də deyirsiniz ki, bəli, doğrudur. Hələ sadalayır. Sadalamaq hafizəyə əsaslanırdı. Reaksiya, adekvat reaksiya 1-2, bu da 2-3. Kullan qutulanlardır. Mən belə qoşulmuşum. Səs gəlir müəllimələr. Bir dənə Mehriban müəllimənin səsi açıq olsun. Əlavə səslər bağlayın. Mən buradan görəmirəm kimin səsidirsə. Dəqiqə müəllimə, baxın. Səs gəlir oradan. Bile var. Bile var. Dəqiqə. Mehriban müəllimə buradadır. Kimdir səsin açıq? Müəllimə, 2-3 yaşa aiddir. Pərviz Orucov, müəllimə səsi bağlayın. Pərviz Orucov. Pərviz Orucov, səsi bağlayın zəhmət olmasa. Pərviz Orucov. Müəllimə. Dəqiqə. Hə, bağlandı. İndi müəllimə gəlin 12-ni oxuyursunuz indi. Doğrudur. Bax, bunu çox qəşəng məntiqlə tapdınız. İndi 12-ni oxuyun müəllimə. Deşici, yandırıcı əşyalar, elektrik cihazları və heyvanlar tanış olmayan adlarını ehtiyatla davranma yolu, hərəkəti, qaydaları bildiyini nümayiş etdirir. Hansı yaş qrupunun standartıdır? Aha. Deşici, müəllimə, bu 5-6 yaşa aiddir. Kəsici, deşici. Yox, diqqətlə fikirləşin müəllimə. Çünki 5-6 yaşın özünə görə qəşəng açar sözləri var. Hə, bir də fikirləşim. Kəsici, yazılı əşya, elektrik cihazları. Dön-dön orada izah eləmişəm ki, tanış olmayan insan, heyvan, bu hansı yaş qrupundaydı? Bax, o da var. O onun açar sözüdür. Bəli, bəli. Yol hərəkət qaydası hamısında var da. Orta qrupdan sonra görürük. Üçündə də olmalı. 3-4 yaşdır. Bəli. Bir dənə orada 3-4 yaşda yad adamlardan qorunma. Bəli. Bir də dərman qəbulu hansındaydı müəllimə? Dərman qəbulu. Dərman qəbulu? Hə. Ki dərman qəbulu ondan uşağı qorumalıyıq. Böyle nəzarət olmadan dərman qəbulu etməmək. O hansındaydı? 3-4 yaş uşaqlarda qorumalıyıq ki, o böyükdür müəllimə. Bax, dərman qəbulu açar söz kimi yadınızda qalsın, böyük qrupdadır. Tanış olmayan adamlarla, heyvanlarla ehtiyatlı davranma olur, orta qrupda. Amma desək ki, polisə zəng eləyir, yanğın söndürənə zəng eləyir. Bax, bu olur bizim məktəbə hazırlıq. 5-6 yaş. Çünki zəng eləmək böyük qrupa da eləyənməz. Yaş xüsusiyyəti öz sözünü deyir. 5-6 yaşdır. Böyük qrup. Məktəbə hazır. Bəli. Siz 4 dənə oxudunuz yoxsa yox? Yox. İndi onu çox oxuyuram. Aha, onu çox oxuyuram. Fövqəladə hadisələr və təbii fəlakətlər zamanı situasiyaya uyğun davranış, müvafiq qurumların sağlamaq haqqında bacarıqlara malik olduğunu
nümayiş etdirir. Standart hansı yaş dövrünə aiddir? Müəllimə, bu 5-6 yaşdır. Ay, sağ ol. Fövqəladə Heç buranı görməmişəm. fəlakətləri ancaq böyük məktəbə hazırlıq qrupu Ay, eləyə sağ ol. bilər. Doğrudur müəllimə. Siz oxudunuz 4 dənə? Xeyr. İndi İndi 14 oxuyasınız. 14 Aha. oxuyurum. 3-4 yaş idman məşğələsində hansı hərəkətlər sərbəst edilməlidir? 4 yaşda alt standartına əsaslanan sağ və sol ayaq üzərində irəliyə tullanır. Bu hansı yaş qrupu idi ay müəllimə? Görüm yadınızda qalıbdım sağ və sol ayaq üzərində. 3-4 yaş. 3-4 yaş. Yo. Sağ və sol açar söz kimi demişdim ki, hansındaydı sağ və sol? Sağ və sol ayaq üzərində irəli Ha, tullanır. özdə 1-3-də idi. 1-1 məncə yox, 1-1-2-də idi. 1-1-2-də idi o. Sağ və sol ayaq üzərində irəli tullama müəllimə. Sağ və sol anlayışı bax burada fizikdə görürsə bu böyük qrupdadır. Bax açar söz kimi yadınızda qalsın. 4-5 yaş. 4-5 yaş. Aslında 4-5-dir. Bəli. 4-5 yaş. Aha. Hansı olar sizcə? Sağ və sol ayağı üzərində irəliyə A variantı. Yox, A böyük qrupdadır. 3-4 yaşa aid deyil. Aha. Müxtəlif istiqamətlərə yerimək, qaçmaq, dırmanma, gimnastik, skamya üstündə ilə sürüşmək. Skamya üstündə sürüşmək o 2-3 yaşa aiddir. Yox, skamya neçənci yaşdan başlayırdı müəllimə gimnastik skamya? Açar söz kimi gimnastik skamya ilə orta qrupdan başlayır. 3-4 yaşdan. Bəli, ikinci köplər qrupunda skamya yoxdur. Skamya anlayışı 3-4 yaşdan başlayır. Bəli, doğrudur. Onda nə olur variantımız? B olur. Amma pilləkəni qaçaraq qalxma, pilləkən bu başqa idi. Belə bir şey yoxdur. Komanda uyğun hərəkət etmə. Bu da addə böyük qrupa. Hədəflərə top atmaq, o da yuxarı qrupdadır. Bəli, müxtəlif hərəkətlər topu atma. Elə bir mən Şaqül Üfüqü qoymuşam, amma onun elə bir böyük qrupada var, topu kürəci müxtəlif sularla atıb tutmaq. Bax ona aid. Bəli, doğrudur. 4-dən oxudunuzmu müəllimə? Siz xəyalə müəllimə, buradan görmürəm. Bəli, oxudum. Sizdən sonra deyəsən Könül müəllimə gəlir. Hə, Könül müəllimə, sonra Mehriban müəllimə. Könül müəllimə, siz də 4-dən oxuyasınız. Yoxdur, oxuya bilərəm müəllimə yenə. Mən buradan görəmirəm. Görüm oradadır mı Könül müəllimə? Könül müəllimə. Bəlkə orada səs açamır. Onda Mehriban müəllimə oxusun, sonra Könül müəllimə oxusun. Mehriban müəllimə oradasınız. Aha. Bəli, müəllimə. 1-2 yaş uşağın böyüklərin köməyi ilə pilləkənləri qalxıb düşməsi hansı alt standartına aiddir? 1-2 yaş. Böyüklərin köməyi ilə müəllimə 1-1-2-yə aiddir. Alt standarta aiddir. 15-ə dediniz ki, bir dəqiqə. 15-ə dediniz ki, doğrudur. Bəli, pilləkəndir, o ip anlayışı 1-1-2-dədir. Elə pilləkəndə ipin şeydi, var istəyidi də, deyək ki, axırda ip gəlir. 5-6 yaş ip idi. Aha, 16-ya baxın. Topu yerə vuraraq irəliləyir, topu hədəfə atır. Bu fəaliyyət fiziki inkişafın sahəsi üzrə hansı yaş qrupuna aiddir? Müəllimə, topu yerə vuraraq irəliləyir, bu 3-4 yaşa aiddir. Topu yerə vuraraq irəliləyir. Yox, müəllimə. 5-6 yaşa aiddir. 5-6 yaşa aiddir. Dəqiqə, hədəf varsa da müəllimə. Hədəf var burada. 5-6 məktəbə hazırlığa aiddir. Bəli. 16-nı oxudunuz, 17, 18, 19 oxuyasınız. Aha, 17-ni oxursun deyim. Qonşu otaqdan kəsici əşya götürmək istəyən dostuna bu təhlükəlidir deyərək xəbərdarlıq edən 4-5 yaşlı uşaq hansı alt standartını reallaşdırır? Aha. Kəsici deşici. Stativdir, stativ salmışam. Kəsici deşici. Təhlükəsizliyə aiddir müəllimə bu. Təhlükəsizliyə aiddir, bəli. Təhlükəsizliyə aiddir. 1-3-2 ola bilər müəllimə. 1-3-2. 1-3
2. O 7-yə müəllimə. 1-3-2, yoxsa 1-3-1? 1-3-2 dedim mən. Yox, Yo, kəsici değil. əşyanı deyirsə də ki, təhlükəlidir. Onda müəllimə deyir ki, bax həyatını və sağlamlığını təhlükə edə biləcək əşyalarla təhlükəsiz davranma bacarıqlarını nümayiş etdirir. O olur 4-5 yaş qrupası, başqası da deyir də ki, bu təhlükəlidir. Xəbərdarlıq isə olacaq A variantı. 1-3-1'dir. Ay, 1-3-1-dir. 1-3-1. Amma 1-3-2-də bilirsiniz nə olur? O sellər, daşqınlar, yol hərəkəti qaydası tanış olmayan adamlar, bu birisi amma ancaq həyatına sağlam təhlükə verəcək əşya. Əşya görsə ancaq təhlükəli yaradır. Bu olur 1-3-1-də. 1-3-2 artıq biraz genişdir. O polisə mosə zəng eləmə 1-3-2-də idi. İndi 18-19 oxuyasın müəllimə. 18-19. Aha. 18. 1-2 yaşda şəxsi gigiyena əşyalarının tanıdığını nümayiş etdirir. Aha. Buna hansı əşya daxildir? 1-2 Ay, yaşda sağ ol. şəxsi dəsmalı, funcan. Standartına qoymuşam ki, göz yaddaşı kimi yadda qalsın. Aha. Şəxsi gigiyenaya A variantı. Daraq, dəsmal və s. aiddir. Bəli, şəxs doğrudur. Çünki oyuncağı çıxırıq, Bəli. qayçın çıxırıq, kağız qələm heç. Xalça bizim. Bəli, belə Sabun. qoymuşam ki, çıxma sularını da biləsiz. Bəli, doğrudur. 18, 19 oxuyursa yoxsa 19 oxuyursan. Olar, oxuyaram. Aha, 19 oxuyur. Keçək. Aha. Qonşu uşaq. Qonşu uşaq yuxulayarkən ona kömək edən və böyüklərin nəzarəti altında dərhal təhlükə vəziyyətində uşaqları çağıran 4-5 yaşlı uşaq hansı A standarta əsasən hərəkət edir? Aha. Zaten dərhal təhlükə vəziyyətində. Böyüklərin nəzarəti altında Dərhal təhlükə vəziyyətində uzaqlaşmağa. 1-3-1'dir müəllimə. 1-3-1. Yıxılar ki, ona kömək edən və böyüklərin nəzarəti altında. Böyüklərin nəzarəti altında müəllimə sözü böyük qrupada 1-3-2-də görəsiniz. 1-3-1-də heç vaxt görə bilməyəsiniz böyüklərin nəzarəti. Çünki orada deyir ki, həyatına sağlamlıq təhlükə yarada biləcək. Orada böyük söz yoxdur. Böyük sözü 1-3-2-dədir böyük qrupasında. Ona görə B variantı olacaq, bəli müəllimə. 1-3-2. Görürsünüz, ikisi də verilibdir. Çaşdırıcı bax, qəbul ikisi də verilibdir. Ya bunu seçməz. Məntiqlə götürməz. Böyük sözü varsa da 1-3-2-dir. Yoxdursa da təkcə əşyalar sadalayırsa da olur 1-3-1. Ben sadalamaq yox da, yəni onu tanıyıb tanıma bacarığını nümayiş etdirsə də, bu da o 1-3-1. Yəni əşya görüyor ancaq. Deməli gəldi. Hə, 20-ni kim oxuyur? Könül müəllimə gəldinizmi? Könül müəllimə. Könül müəllimə gəldiniz? Mən yoxsa mən oxuyum? Bu soruşumu görüm hara çıxdı Könül müəllimə burada. Hə, qoy bir dənə soruşum. Könül müəllimə. Oxuyum mən. Onda siz oxuyun 20-ni. Mən də zəng edirəm Könül müəllimə. Siz oxuyun. Oxuyum mən. Hə, oxuyun. Gimnastikamyadan istifadə edərək iki ayağı üstə yerə düşür. Aha. Formalaşır. Gimnastikamyadan iki ayağı üstə düşürsə, mən bu 2-3 olacaq da. İki ayağı üzərində yerə düşürsə. Yox, 3-4. Çaşdırmayın özünüzü. Bu sadə formadır. Bəli, 2-3'dür. 2-3'dür. Gimnastikamada iki ayağı üzərində bir dəqiqə. İki ayağı üstə yerə düşür. Gimnastik skamyadan iki ayağı üzərində yerə düşür. 2-3 yaş qrupası bacarığı hansı yaş qrupasına aiddir istifadə edərək gimnastik skamyadan. Yox müəllimə, iki ayağı üzərində düşürsə bu olur orta qrupa. Ayaqları bir yerdə var. O gimnastik skamya orta qrupadır. Bəli, doğrudur. Orta qrupadır. C variantı. Aha. Birisini də oxuyum, 21-i də oxuyum, yoxsa o bir mənim oxuyum. Oxuyun müəllimə. Yazıram görüm hardadır Könül müəllimə. Oxuyum 21-i də. Oxuyun müəllimə. Yaxşı. Deyir özünü, ailə üzvlərini və vətənini özü, ailə üzvlərini, vətənini adlandırır. Bu gəlir 2-3 yaşa.
Aha. Özünü ailə üzvləri vətənini adlandırır, hansı yaş qrupuna aiddir? Onda seçirsiniz Yo, vətənini. adam məsələn 2 yaşlı, 2 yaşlı. Aha, özü vətəni ailə üzvlərini adlandırırsa da bir dəqiqə. Vətəni Ailəsi adam vətəni, bəli. Adlandırırsa 2-3 yaş, doğrudur. 3-dür. Sonra 2, 22. Yeni sadə suallara reaksiya verir. Az standartda hansı yaş qrupuna aiddir? Sadə suallara reaksiya verirsə müəllimə bu gəlir yəqin ki 1-2-yə. 1-2 yaş qrupbası. 1-2. Bəli, doğrudur müəllimə. Yəni Doğrudur. reaksiya verir. Aha. 23 də oxuyun, 24 də oxuyun. Görün könül müəllimə gəlirmi? Sən gəldim. 22-23-ü oxuyun, 23-24-ü oxuyun. Siz hansı müəlliməsiniz? Mehriban müəllimə? Yox, hələ. Hələ müəllimə. Hə, onda Mehriban müəllimə oxuyar, könül müəllimə olmasa. Aha, 23-24 oxuyun. Aha. Sonra deyir əşyaları və sadə süjetli şəkillər üzrə danışır. Yox, əşyalar və sadə süjetli şəkillər üzrə danışır. Fəaliyyəti idrakin inkişafı sahəsində hansı yaş qrupunun alt standartıdır? Əşyalar sadə süjetli şəkillər üzrə danışırsa müəllimə bu 3-4 olmalıdır. Aha, doğrudur müəllimə. Əla. Ona onda siz izaha baxmısınız %100, elə müəllimə? Valla mən həm işləyirəm, həm də beləsini izahata baxmışdım, biraz da oxumuşdum. Çünki Ay, babamın əla. nəticəsində. Maşallah, qəşəng. Əla. Çünki İndi mən sizə eləmiş yadımda qalmışdı. Qəşəng, çox qəşəng. İndi 24 oxuyursunuz. Oxuyum da müəllimə. Aha, oxuyun. Deyir 5-6 yaşlı uşağın verilmiş mövzu ətrafında danışması və səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi hansı standartına aiddir? 5-6 yaşlı uşağın verilmiş mövzu ətrafında danışması və səbəb-nəticə. Mən bu hansına aiddir deyir. Aha. Və danışırsa bu idrak olmalıdır. Nitqin. Mən düzü. Bəli. Yox, 20 Aha, bu 24-ü oxuyursunuz. Hə müəllimə, bəli, verilmiş nitqdir. mövzuda danışırsa müəllim bu nitq deyil. Nitq. Bəli, nitqdir də. Nitqdir. Aha, burada mən bilən 2-1-2 olmalıdır. Bəli. O da məktəbə hazırlıqdadır da. Bəli, Məktəbə ibadəsidir. Verilmiş. Məktəbə 2-1-2. Çünki bəli, orada bir dənə səbəb nəticə, elə məktəbə hazırlıqdadır bax, səbəb nəticə əlaqəsi danışmaq var ha, əlaqəsinə. Bu elə bir dənə məktəbə hazırlıqdadır bax, həmin o 2-1-2 standartında. O birislərdə müşahidə görürük, sadə sözü görürük, əşyalar, süjetli şəkillər görürük. Burada səbəb nəticə əlaqəsi. Doğrudur müəllimə. 24. Siz 4-dən oxudunuz müəllimə? Valla nə bilirsə oxu saymadım, yalan deyirəm. Oxum 25. Bir dənə 25 oxuyun, o birisi müəlliməyə keçin. Bəli, 25-də oxuyun. 25-ni oxum, onda qutardı. Deyir, uşaq ətraf aləmdə baş verən hadisələri, ev və vəhşi heyvanlar, bitkilər, təbiətdəki mövsüm dəyişiklikləri ilkin təsvir edir. Bu hansı yaş qrupunda 2-1-3 alt standartı üzrə reallaşır? Onda baş verən hadisələr. Bu idraçdır. Heyvanları, bitkilər, təbiət mövsüm dəyişiklikləri haqqında təsvir edir. Təsvir edirsə müəllimə bu yəqin ki orta qrupu olar, 3-4 təsvir edir. Təsvir edir. Bax, diqqətli fikirləşək. Diqqətli fikirləşək, təsvir edir var. Bax, biri var adlandırır, biri var göstərir. Yox, mən 4-5 olacaq, təsvir edir. Heyvan dəyişikliyi təsvir edir. O 4-5-dir. 4-5. Yox, müəllimə, bax, biri var adlandırır, fərqləndir, adlandırır, göstərir, təsvir edir müəllimə. O 5-6 yaşdadır. Hə, Təsvir 5-6. 5-6 yaşdadır. Bəli, biraz mürəkkəb obrislərə baxmış. Hə, bildim. Aha. Doğrudur, 5-6. İndi 5-6. Mehriban müəllimə oxuyur. Bəli, 5-6 yaş. Mehriban müəllimə 26, 27, 28, 29. Oxuyuram müəllimə. Canlı kağız aləmin, obyektlərin, insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq əlamətinə görə fərqləndir. 2-1-4 fəaliyyəti hansı yaş qrupuna aiddir? Müəllimə 3-4 yaş qrupuna aiddir. Canlı aləmin obyektlərini
Dəqiqə müəllimə. Dünya fərqləndirir də. Fərqləndirirsə, necə dediniz müəllimə? 3-4 dediniz. Diqqətli fikirləşək. Diqqətli fikirləşək. A variantı, A variantı. 3-4 deyirsiniz. Bəli, B variantı deyirəm. 3-4 C variantı. B variantı, B variantı. B variantı 3-4. B variantı müəllimə deyirəm. 3-4 deyirəm. Obyektlərin əlamətinə görə fərqlənir. Bəli, B variantıdır, 3-4-dür. İndi gəlirik 27-yə. 5-6 yaş uşaqların tədqiqat zamanı yaranan problemlərin həlli yollarını müəyyən etməsi hansı alt standarta daxilində öyrədilir? Tədqiqat 2, zamanı 1, 5. həlli yolları müəyyən edilmiş alt B variantı. standartın daxilində B variantı almalı. tədqiqat. 2, 1. Tədqiqat müəllimə idraka aiddir. Tədqiqat bəli idraka aiddir. İdraka aiddir. Ruslan Hətəmov profili səsi bağlayın, xahiş edirəm. Aha. Hansı olar sizcə? 2-1-4 ola bilər müəllimə. 2-1-4. 2-1-4-də canlı cansız. O da canlı cansız varmı müəllimə? Yox. Tədqiqat. 2-1-6-da da siz nədir? O gündəlik rast gələn hadisələr, nə bilim, qış, yay, yaz, bu fəsillər, illər, bunlar gedir. Ətraf aləmə aiddir müəllimə. Milli olan müəyyən edir. Hansı seçdiniz müəllimə? Hansı variant olar? Seçə bilmədim. 2-1-5-dir müəllimə. Bu tədqiqat zamanı yaranan problem həlli yolu 2-1-5-dədir. Çünki bu canlı cansızdır. Bu 2 illər, fəsillər gedir. 2-2-1-1 o başqadır. 2-2 standartına aid. 2-2 bu da başqa. Bu savad təlimizdə o tərəflərə aiddir. Amma bu sırf ətraf aləmdir. Tədqiqat zamanı yaranan problemin həlli yolu ətraf aləmə tanışlıq məşğələmizin standartlarından biridir. Bax, B variantı. Siz 2 dənə oxudunuz müəllimə hələ? İkisini də oxuyasınız. İkisini oxumuşam. 28 oxuya bilərəm. 28-29 oxuyasınız. Gönül müəllimə nəsə cavab vermədi. Aha, 28 oxuyun. Hissələri səhər, günorta, axşam anlayışını fərqləndirir. 2, 3, 4, 6 standartı hansı yaş qrupuna aiddir? Tutqar hissə. Müəllimə bu 5-6 yaşa aiddir. Səhər, günorta, axşam anlayışını fərqləndirən ancaq 5-6 yaş məktəbə hazırlıq ola bilər. Aha, 28-də deyirsiniz ki, Səhəri, günortanı, axşam anlayışını fərqləndirən 5-6 yaş məktəbə hazırlıq qrupu ola bilər. Yenə də fikirləşək müəllimə. Fərqləndirir deyir orada. Nə deyir? Burada fərqləndirir deyir. Fərqləndirir. Aha. 4-5 deyildi müəllimə. Neçə? 4-5. Fərqləndirir. Yox müəllimə. 4-5 deyil. Orta qrupdur, onda müəllimə 3-4 yaşdır. Məkandır, deyir. Məkan irəli, geri, yuxarı, aşağı, alt, üst və zaman, səhər, günorta və axşam anlayışlarını fərqləndirir. Bax, bu da anlayışlarını fərqləndirir. Bəli, 3-4 yaş qrupası gedir. Amma böyük qrupada nədir? Böyük qrupa artıq sağ-sol anlayışı gedir. Görürsünüz, ortada yoxdur sağ-sol. Ötə deyir sağ-sol, qabaq, irəli, geri. Amma burada ardıcıllığını təyin edir artıq. Böyük axı, səhər günortanın ardıcıllığını. Amma məktəbə hazırlıqda. Burada artıq həftənin, günlərin, saat ardıcını gözləməklə anlayışlar tətbiq edir. Tətbiq edir, o da 5-6 yaşdadır. Burada fərqləndirir. 3-4 yaş fərqləndirir. Bəli, bəli. İndi gəldik 29-a. 29-a. Uşağın sadə riyazi təsəvvürləri az, çox, böyük, kiçik malik olduğunu nümayiş etdirir. 2-3 bir hansı yaş qrupunu göstərir. Az, çox, böyük, kiçik. Müəllimə, bu da 2-3 yaşa B variantına aiddir. Az, çox, böyük, kiçik malik olduğunu nümayiş etdirir. Aha. Ay, sağ neçə dediniz?
2-3 yaş. Bəli. Bəs 1-2 yaşda nə olardı sizcə? Ən asandır. 1-2 yaşda elə bilinən ki, nümayiş etdirilir Daha onu. sadə. Hadalayır olar. Bir və çox anlayışlarını fərqləndirir. Birlə çox. Görürsünüz, ya bir, ya çox. Budur. Amma orta, böyük məktəb hazırda bu hesablama məqsəd daşıyır da. Məsələn, 3 dairəsində hesablama, 5 dairəsində, 10 dairəsində. Bax, bu 2-3-1 standartındaydı. Həm hesablama, həm də az, çox, böyük, kiçik bir çox anlayışlar. Bax, bunlar oldu bizim 2-3-1-dədir. Bəli, oldu 2-3 yaş qrupbası. Aha, 30 oxuyursunuz. Bəli, oxuyum da. Əşyalar 5 dairəsində riyazi əməliyyatları yerinə yetirir. 2-3-1-6 standartı hansı yaş qrupuna aiddir? Əşyalarla 5 dairəsində riyazi əməliyyatı yerinə yetirən Mənim dedimdir. ancaq 5-6 yaş. 3-4 4-5 yaş böyük qrup müəllimə. 4-5 yaş böyük qrup. 5 dairəsində, bax 3 dairəsində orta qrupbaydı, 5 dairəsində 4-5 yaş böyük qrupdur. bəli, 4-5 yaşdır. Doğrudur. Bir dənə Səbinə müəllimə, siz də Səbinə müəllimə də qoşulubdu. Səbinə müəllimə, siz də 31, 32, 33, 34 işləyin. Sonra başqa testə keçirik. Yaxşı müəllimə, yaxşı. Biraz zəhmət olmasa gözləyim. Hı. Müəllimə, sonra mən də oxuyaram Səmimdən sonra. Siz hansı müəlliməsiz? Yəni. Hə. İndi sizə deyəcəm, hələ oxusun müəllimə. Mən bir gözüm telefonumu artıq qoymuşdum. Çıxardı. Müəllimə, siz yalnız öz müəllimələrinizə sual cavab edirsiniz, Bu yoxsa? ödənişli qrupbadır müəllimə. Bu sadəcə dəstək xarakteri daşıyır ki, siz də yaranasınız. Ödənişli qrupbadır. Ancaq ödənişli müəllimələri çağırıram. Bildim, sağ ol. Aha. Müəllimə 31 oxuyum. Ay, sağ ol, 31 oxuyursun. Həndəsi fiqurları dairə, üçbucaq, kvadrat adlandırır. 2-3-3. Aha. Alt standartı hansı yaş qrupunda başlayır? Aha. Adlandırır deyir özdə. Aha. Bu müəllimə 1-2 deyil, 2-3 də deyil. Mənim 3-4 C variantı. Ay, Oradan başlayır, həndəsi orta qrupdan daha doğrusu. Bəli, bəli. Aha. Çünki dairəvi əşya deyirsə 2-3 yaşdır, 2 oxşar əşya deyirsə 1-2 yaşdır. Əgər artıq həndəsi fiqur sözü görsə bu orta qrupdur. Doğrudur. İndi 32-ni oxuyursunuz. 32. Aha. Məkanı sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə və zamana görə ilin fəslə, aylar, həftənin günləri, saat ardıcılı anlayışla tətbiq edir. 2-3-4 hansı yaş qrupu çətinləşdirilmiş standartıdır. Artıq burada çətin il varsa mən 5-6 yaş girəcək bu. C variantı. 2, 32-də Bəli. məkan, sağ, sol, anlayışlarını ay sağ olun. Bayaq da bir yerdə gördük, tətbiq edir. Görürsüz, təyin edir. Bəli. Oldu. Məktəbə hazırıq 5-6 yaş. İndi 33, 34 oxuyursunuz. Aha. 2-3 yaşlı uşaq əşyaları ölçüsünə görə uzun qısa seçir. 2-3-2. Bəs hansı yaşda uşaq əşyalar forma və ölçüsünə görə müqayisə edir? Müqayisəni müəllimə məncə artıq o 5-6 yox 4-5 yaşda olur o. Orta qrupda yox. Müqayisəni edir 4-5 B variantı. 1-2 də deyil, heç biri deyil, olmaz. 4-5-6 olmaz. Yox müəllimə, elə mən dediyim kimi B variantı 4-5 forma və ölçü görə müqayisə edir. Bəli, müqayisə edir. Əşyaları forma ölçü sayına görə müqayisə eləyir. Olur böyük qrupa. Bəs sizə ki, əşyaları ölçüsünə görə seçir, təkcə uzun qısalığına görə seçirsə. Mənim onda olur o 2-3 yaş. Ay, əla, super. İndi gəldik 34. 34. Bir də gözünü yaxınlaşdırma. Böyüklərin köməklə gülü, ağacı göstərir. Müəyyən heyvanın səsinə görə müəyyənləşdirir. Müəyyənləşdirir. Böyüklərin köməklə gülü, ağacı. Fəaliyyəti hansı yaş qrupunda mövcuddur? Bu 2, 1, 5 yaş. Heyvanların səsinə görə
Sizə bunu izah eləmişəm mən. Elə gəl ki, ən çox da vurğulam heyvanların səsi hansındaydı? Düzdür müəllimə, bunu bir eləmisiniz. Aha. Bu elə bir ki 1-2, 1-2, 2-3. Mənim 2-3 yaş B variantı, o kiçik qrup. Bax, heyvanların səsi deyirdim, gülü ağacı göstərməkdir. Bir də yaxşı fikirləşək. Səsinə görə müəyyənləşdirməkdir. 2-3 deyil müəllimə. 2-3 deyil. Aha, biraz da aşağı düşün. 1-2. Ay sağ ol, doğrudur. 1-2. 1-2 yaş. Bir orada onu demişdi. Bir də demişdi ki heyvanların səsi bir də nəsə. Bədən üzvlərini göstərir. Hansı yaş qrupası idi? Bədən üzvlərini, ağzın, burnunu göstərirdi sadəcə. Qaş, göz. Mənim orada 1-2 yaşdır da. 1-2 yaşdır. Bəli. Doğrudur. İndi deməli, Könül müəllimə görüm gəldimi? Müəllimə, siz onda mənə 34, 35, 36-da oxuyursunuz. Çünki siz bugün iştirak eləməz. 35, 36-da oxuyun. Mən oxuyum müəllimə. 35, 36-da oxuyun. Könül müəllimə gəldi. Axır ki. 35, 36-da keçəcəm başqa. Müşahidə etdiyi əşyalar fərqləndirir. Alt standartı hansı yaş qrupuna aiddir? Müşahidə etdiyi əşyalar fərqləndirir. Müəllimə, bu 1-2 yaş olar. A variantı. Yaşa fərqləndirir. Müşahidə etdiyi biri var. Yox, mənim fərqləndirir deyil, fərqləndirir. Yox, 3-4C variantı. Ay, sağ ol. Fərqləndirmə vardır. Göstərirsə 1-2-dir. Göstərsə Adlandırırsa 2-3-dür. Çünki Çünki fərqləndirir orta qrup, adlandırır böyük qrup, amma ətrafda baş verən də hadisələri. Amma təyin edirsə, təsvir edirsə də o deyir ki, gedir məktəbə hazırlığa. İndi gəldik 36-da oxuyursunuz müəllimə. 36. Ətraf mühitdə baş verən hadisələri adlandırır. Adlandırır. Alt standart hansı yaş qrupuna aiddir? Ətraf mühit də var ha. Biri var ətraf aləm, biri də var ətraf mühit. Ətraf aləm adlandırırsa, bu olacaq ətraf aləmlər, ətraf mühit. Ətraf mühitdə baş verən əşyalar adlandırır, standartı hansı yaş qrupuna aiddir? 4-5 yaş. Ətraf aləmdə baş verən hadisələri adlandırır. Müəllimə, burada mən ətraf aləmdə yazmalıydım, ətraf mühitdə yazmışam. Ətraf aləmdə olanda bəli 4-5 yaşdır. 4-5 yaş. Çünki müşahidə etdiyi əşyalar adlandırırsa ikinci körpülər qrupudur. Amma ətrafında baş verən hadisələr burada mühiti mən səhv yazmışam. Mühit olanda amma balaca qrupa gedir da. 4-5 yaş getmir. Doğrudur müəllimə, 36 doğrudur. İndi Könül müəllimə gəldi. İndi keçirib başqa testə görüm hara gedirəm. Onu bağlamışam. Bir dənə testimiz var idi. Onu da işləyəcəyik. Sonra mövzu izahına keçirəm. İnkişaf sahələri. Baxın, bu hansıydı? Bunu işləməmişik. Gəldi. Ekran getmədik müəllimələr. Getdi deyən ekran. Dəqiqə. Görüm gəldimi indi? Aha, gəldik bura. Müəllimələr, bax bunu mən hələ izah eləməmişəm. Fiziki ilə idrakını. Bu birisi testlərdə yanlışlığınız olarsa da sadəcə izah atmışam da. Amma izah eləyəcəm sizə. İzah eləsəm lap qəşəng anlayasınız. Fiziki ilə idrakını adını izah eləyəcəm. İndi gəldik. Könül müəllimə, buradasınız? Səs verin. Buradayım mən. Burada qalın müəllimə, mütləq qalın burada. İndi gəldik 1, 2, 3, 4-ü oxuyaq. Bu stativdir. Yəni bu da inkişaf sahələrinə aiddir. Bunu keçən dəfə qəşəng izah eləmişəm. Bir dənə baxın görün, birdən başlayaq görək. Tərbiyəçi dərsi məqsədini müəyyən edərkən 3-2-1 standartından istifadə edir. O bilir ki, məşğələnin məqsədi birbaşa olaraq bu koddakı rəqəmlərin birindən çıxır. Vəsaitdəki qaydaya əsasən məşğələnin məqsədi hansı rəqəmin kodundan çıxmalıdır? Deməli, 3 dənədir də məşğələnin məqsədi. Birinci 3, bu əsas inkişaf əsas standartı, alt standart hər 3 rəqəmin cəmindən bu birinci rəqəm. Tələsməyin, qəşəng fikirləşin.
Rahat. Birinci rəqəmdən uşu bilinir ki, məsələn fizikidir, ya estetikdir. 4 dənədir də müəllimə. Ay sağ ol. Hə, o öyle bilinir. Birinciden o. İkinci de ki 2-1 standart məsələn. Hansı rəqəmdən deyir çıxır məşğələ məqsədi? Əsasdanmı, altdanmı, inkişaf sahəsindənmi? 3 dənə var da yanlışda. Hansından çıxar görə? Məncə əsasdan çıxır. İkincidən, ikinci rəqəmdən. Məqsədimizi 3-cü rəqəmdən alırıq, alt standartda. Alt standartdan. Bəli, müəllimə, alt standartdan çıxır. Məsələn, bax 3 dənə rəqəmimiz var idi ha. Bəlkə alt standartlar təhlil edir də. Bax həmin o 3 rəqəmli olan əsas biri var inkişaf sahəsi, o 1 rəqəmlidir. Əsas standart 2 rəqəmlidir. Alt standart 3 rəqəmlidir. Bax bu 3 rəqəmli məşğələn bunlardan hansından deyir? Bu koddakı rəqəmlərdən birindən çıxır deyir alt standart. Yadınıza saxlayın, həmişə alt standartdan çıxır məqsədimiz. Çünki həmişə alt standart dəyişir hər məşğələdə. İndi gəlir 2-yə. Aha. Narahat olmayın, yavaş-yavaş öyrənəcəyik. Hələ bu bizim ilk testlərimizdir. Bağçaya yeni işə gələn Leyla müəllimə rəsmi sənədləri doldurarkən inşaat sahəsinin ardıcıllığını öz istəyinə uyğun olaraq idrak, fiziki, sosial, emosional, estetik, yaradıcı şəklində yazır. Metodik sonra sənədi geri qaytarır. Leyla müəllimə vəsaitdəki hansı qeyd qaydasını pozmuşdur? İnkişaf sahələri yalnız əlifba sırasıyla Məntiqi testi, yazılmalıdır. həm də situativ. Nömrələrin qarşısında inkişaf sahələri mütləq ardıcıllıqla yadda saxlanılmalı və ilə də yazılmalıdır. Biri bir qarışıq yazır. Aha. Birinci fizikiydi axı. Birinci fizikiydi. Nömrələrin qarşısında. Onda müəllimə B variantıdır. Hər yaş qrupunda ardıcıl müəyyən fəaliyyətə Ay sağ olun. Ardıcıl yazmalıyıq, ardıcıl getməli. Doğrudur. Bu qarışıq verir. Ona görə səhvdir. Doğrudur müəllimə. İdraki qabağa salıb. Buradan da estetiki bu yana verməliyik. Belə testlər qəbulda görə biləsiniz. Həm situativdir, həm də məntiqidir. Tapmalısınız da elə bir. Həm də elmidir ki, bunu ardıcılı bilməliyik ki, situativdə tapaq. Doğrudur. İndi gəlirik müəllimə 3-ə. Günel müəllimi məşğələ zamanı uşaqların masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləmək və gigiyena qaydalarına əməl etmək bacarığını qiymətləndirir. Müəllim bu fəaliyyəti rəsmi olaraq hansı kod və inkişaf sahəsi altında qeyd etməlidir? Deməli, gigiyena qaydası əsasən bu estetika gedir, yox, sağlamlıq və təhlükəsizlik var. Ay, sağ doğrudur. Bəli, masa arxasına gedir, gigiyena masa arxası oradadır. 1-2, bir böçkan. Aha, 4 oxursunuz indi. Müəllimlər, hamı ekranı oxusun, hamı yararlansın. Oxuyun, siz də öz dəftərinizdə qeydlərinizi aparın. Aha, 4-5 yaşlı uşaqların qrupunda tərbiyəçi reallaşdırdığı fəaliyyətlərdə uşaqların ümumiləşdirmələr uşaqlarla ümumiləşdirmələr aparmaq, əqli nəticəyə gəlmək, intusiyasını, məkan və zaman haqqında təsəvvürlərini genişləndirmək bacarığını müşahidə edir. Bu fəaliyyət birbaşa hansı inkişaf sahəsinin məqsədinə xidmət edir. Məqsəd çıxarılıb. Aha. B variantıdır, idrakin inkişafı. Niyə görə B variantdır müəllimə? Qəşəng başa düşmüş baxın. Əqli məkan, zaman haqqında təsəvvürlər, hamısı burada. Ümumiləşdirmə aparmaq. Fəaliyyət var bizdə. Bəli, hamısı idrakinin doğrudur. Siz mənə biz nə qədər oxuyasınız? 5, 6-ını da oxuyasınız. Çünki siz çağırdım. Yox idiniz. Aha, 5, 6-ını da oxuyun. Bunu da evə verəcəm, bunları işləyəsiniz. Başlığını bir yerdə eləyirik, sonra bir yerdə işləyəsiniz. Sonra da qalanını işləyəsiniz evdə. Bir tərbiyəçi həmkarına deyir, mən proqramdakı bütün 3-cü rəqəmləri, ad standartları bir-bir əzbərləmişəm. Çünki onlar yaş qruplarına görə heç vaxt dəyişmir.
bu fikirdə hansı səhv? Axı o dəyişir müəllimə. Ay sağ ol. Standartlar yaş dövrlərinə görə dəyişir və onları əzbər bilmək vacib deyil. Aha, bəlkə də belə bir test işləmişdik. Aha, bəli. O dəfə siz dərsdə onu demişdiniz. Aha. İndi hansılar sizcə? İkinci rəqəmlər. Səhvi tapırıq. Əsasən bu müəllimin hansı fikirləri səhvdir. Aha, müəllimin səhvini tapırıq. Nə qədər dəyişir, onları əzbər bilmək. Onda bu elə səhv elə birincisi səhv deyil, bəli. Adı. Biz elə müəllimin səhvi baxın müəllimə. Bu düzgün deyil. Bax, burada biraz məntiqidir. Burada deyir hansı səhvlər var? Müəllimin səhvini tapırıq. Götürüb səhv cavabı tələsib beləcəyini də götürə bilər. Çünki bu da səhvdir da, düzdür? İkinci rəqəm yaşa görə dəyişir, açanda tamamilə sabitdir. Bu səhvdir. Çünki aslında sabit deyil, dəyişir. İkinci rəqəm amma əsasən dəyişir də, yəni amma dəyişmir yaşa görə. Amma bu da deyir vacibdir ad standartı. Çünki yaşa görə yox, mövzuya görə dəyişir. Bu da səhvdir. Müəllim ad standartı yox, yalnız əsas məzmun xətti əzbərləməlidir. Xeyr, əzbər bizdə vəbşi kurikulumda onu ya uşaq ya müəllim əzbər qəbul olunmur. Amma burada deyir ki, rəsmi qeyd əsasən bu müəllimin fikrində hansısa müəllimin fikrindəki səhvi tapırıq. Görürsüz? Bunlar hamısı səhvdir. B-ni, C-ni, D-ni də götürmürlər, amma ən düzgünümüz A variantı. Doğrudur. Məşğələ zamanı uşaqlar nağılı dinləyir. Yoldaşları ilə nitq etiketlərindən təşəkkür edirəm, zəhmət olmasa və sair istifadə edərək rabitəli danışırlar. Müəllim rəsmi vəsaitlə əsasən bu fəaliyyəti hansı əsas standart kodu ilə qiymətləndirməlidir? Deməli, bu nitq varsa burada mənə yenə idrak olacaq. İdrak. Bəli. Hansılar? İdrakın deməli nömrəsi 4-1 estetik idi. Yox, o 4-1 sosialdır. Sosial idi. İndi bu üçü də idrakdır. Görüm hansı olar rəqəm tapaq görüm. Görürsünüz, üçü də idrakdır. Ay sağ olun. İndi biz əsas tapırıq. Niyə eləyiblər? Üçünü də idrak qoyublar, mənə çaşdırmaq kimi. Bəli, üçü də idrak qoymuşam, çaşdıram sizi. 2-3 sadə riyazi idi, o yadımdadır. 2-3 sadə riyazi idi. Qaldı bir dənə 2 ilə 1 ya da 2 ilə 2. Onu bilmirəm mən. 2 ilə 2 nitq hesabıydı. 2 ilə 2 B variantı. Ay, son nağıl varsa bu çünki əsas alim olsaydı əşya hadisə olardı. Bizə öz adını deyir, neyinir? Bəli, məlumat olardı. Burada amma deyir, nağıl dinləyir. Nağıl sözü varsa nə olur? 2-2. Bu da bizim bədii təfəkkür məşğələmiz. Bəli, məndə nitq etiketi var. Görürsünüz, nitq etiketdə 2-2-dədir. Görürsünüz, müəllimə qəşənglə işləyirsiniz. Sadəcə olaraq o bir dənə əməkdən də işləyin mənə, 7-ni oxuyun. Bir dənə sadəcə o yaş qrupları onu hamı çətinlik çəkir. Prosta orada testdə cavabı düzəltməliyəm, 1-2-7 sürüşdürmə eləmişim. Onu düzəldib sonra cavabını atacağam sizə. Amma işləyin belə, cavabını atacağam sonra. Cavabına baxmayın oradakını. Aha, 7-ni işləyin bir dənə də. B qrupda uşaqlar oyun oynadıktan sonra otaqda böyük uşaqlara deyir. Uşaqlar, gəlin hərəmiz oyuncaqları bir güşəyə yığaq. Stulları masalara yaxınlaşdıraq və otağımızı səliqəyə salaq. Uşaqlar fəaliyyətə başlayır və özlərini böyüklərin əsl köməkçisi kimi hiss edilir. Bu fəaliyyətin əmək növünün hansı tərkib təsərrüfat məişət əməyi. Ay sağ olun. Hamı bir yerdə tək adam deyil də ki, təkcə burnunuz adı silsin. Bu amma hamı bir yerdə otağı səliqəyə salır. Kollektivdir də bu mənim. Bəli, kollektiv şəkildə hamı bir yerdə təsərrüfat məişət əməyidir. Amma təbiət əməyi olsaydı, nəsə təbiətlə bağlı təbiət əməyidir. Təkcə öz olsaydı özünə silmək. Əli yumaq, özünə silmək. Burada nə olardı? Ələməndə nə olardı sizcə? Nə olardı? Nəsə düzəldirlər. Yarpaqlardan, nə bilim, budaqdan, çirkədən. Bir dənə bu sözü oxuyun görün. Bu mağaza sərgi hansı əməkdə idi sizcə? Mağaza sərgi. Bayaq testdə də salmışdım. Bir testdə salmışdım. Mağaza sərgi. Yaxşı, buradan seçin. Sadəcə mağaza sərgi tapan kim biləsiniz hansıdır? Bayaq bir test işləmişdik. Bax, təbiətdə mi olar? Əl əməyi.
Aha. Müəllim qrup otağındakı akvariumun suyunu dəyişdirmək. Budur, bax, bu Hansı 11-ə. budur? Hə. Aha. Böyük qrup tərbiyəçisi uşaqlara qalın kağızlardan kiçik qutular düzəltməyi, burada nə, şam qozası və qurumuş palıd yarpaqlarına figurlar quraşdırmağı tapşırır. Sinifdə mağaza fəsərgi oyunu təşkil olunur. Bu situasiya növünün xüsusiyyəti kimi təqdim edilmişdir. Deməli bir yerdə düzəldirlər. Axı müəllimə bunlar onu qalın kağızdan düzəltdilər. Əl əməyidir də, özləri istəyirlər. Həm də müəllimə, mağaza sərgi nə idi? Sərgiyə qoyurlar. Uşaqlar öz deyimdə əl işlərini elə bir mağazaya qoyulur. Başqası da gəlib güya alır və yaxud da baxır, belə bir şeydir. Mağaza sərgi ikisi bir yerdə oyun deməkdir. O şeydə, yəni əl əməyinə aiddir. Həm də ki, sərgidə biz o vaxt nə qoyurduq? İndi öz uşaq vaxtı bilmirəm sərgi var yoxsa yox məktəbdə. Qoyurduq əl işlərimizi. Lider sərgi. Düzəltdiklərini qoydular da, öz qiymətlərini. Əl işlərimizi qoyurduq. Doğrudur. Çox sağ olun müəllimə, çox da qəşəng işlədiniz. O yaş qruplarda zamanla öyrənəcək. O da mən sizə hələ bir idraki ilə fizikini izah eləməmişəm, canlı. O görürsüz, estetik nə qəşəng yadda saxlamısınız, o sosialda. Onlar yadımda qalır. Fiziki ilə idraki də ona görə qaydın həmişə əleyhinəyəm da. Düzdür, atmaq lazımdır, amma canlı izah yeri başqadır. Onu bu həftə ərzində keçəcəm. Fiziki ilə idraki. Hə, inşallah müəllimə. Bəlkə sabah keçdim. Gəldi indi Xəylə müəllimə. 11 ilə 12-ni oxuyun Xəylə müəllimə. Sonra da oxuyacaq Mehriban müəllimə. Hə, müəllim 11-ə hə? Hə, 11-12. Maraqlıdır müəllimə testlər. Bəli hə. Çox şey öyrəndik. Aha, öyrəcəm. Deyir özümü bir dəqiqə çiz düşmə də aşağı bir dəqiqə. Düşdü müəllimə, bax 11-dir. Görsənirmi 11? Hə, indi görsəndi. Deyir, özünə xidmət əməyi zamanı uşaqlardan biri işdən diqqətini tez yayındırır. Digəri isə iş zamanı çətinlik çəkərək yoldaşına kömək göstərməkdən həzz alır. Vəsaiti verilən bu stasiyada müəllim necə davranmalıdır? A bəndi bütün uşaqlara eyni cür yanaşmalı və fərdi xüsusiyyətləri nəzərə almalıdır. Uşaqların belə fərdi xüsusiyyətlərini tərbiyəçi nəzərə almalı, hər uşağa öz fərdi xüsusiyyətlərinə görə təsvir etməlidir. Sonra diqqəti yayınan uşağı cəzalandırılmalıdır, ola bilməz, bunu çıxartdıq. Sonra kömək edən uşağı fəaliyyətini dayandırılmamalıdır, çünki hər kəs işini özü görməlidir. Bu da deyil, onda qaldı aynən B. Aha. Buna baxmasız aynən B, bütün uşaqlar eyni. Orada müəllimə şəkilçi fərqi var. Bax, qəbul tiplidir. Qəbulda heç belə şey görəsiniz. Şəkilçi fərqi var. İndi qod diqqətlə də bunu oxuyum. Aha. Deyir ki, bütün uşaqlar eyni cür yanaşmalı və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Uşaqlar belə bir fərdi xüsusiyyətləri tərbiyəçi nəzərə alınmalı. Hər uşağa öz fərdi xüsusiyyətlərinə görə təsir etməlidir. Məncə A bəndi olmalıdır. Müəllimə B variantı. Yox, açacaq kimi müəllimə deməyin hələ, qoy özü seçsin, özü tapmayıb və qəbuldasız müəllimə. Özü seçməmiş, cavab yazmayın ki, qoy özü seçsin. Birinci bilməliyim ki, müəllimə, hər bir uşağa belə stasionunda uşaqlar nəvəsinə müəllimə, şəkilçiyə diqqət edin, bir dənə bu şəkilçini oxuyun. nəzərə alınmalıdır. Almamalıdır yazılıb, baxın. Almamalıdır. Nəzərə al, B. Ay sağ ol. Ona görə deyirəm ki, qəbulda belə olur. Həyəcandan adam özünü itirir, deyirsən ki, məndə olub mən bu da şeydə miqdə el oldum da. Baxıram ki, bu nədir? Eyni cavabdır. Sonra baxıram bu şəkilçi fərqi var. Tez götürdüm doğru cavabda, yəni yoxsa yanmışdım yəni. Amma mütləq dərəcədə şəkilçilər lap içəridə olsun, lap qıraqda olsun. Bir də birisi nədə olur, onu da sizə hazırlayacağam. Bir müəllim fəaliyyəti, bir uşaq fəaliyyəti, bir var elətdirdi, nə elət, bir var uşaq özü eləməkdə, bir var müəllim eləsin. Onun şəkilçindən fərqləndirmək lazımdır. Bəli, ona görə səhvdir. Siz də almalıdır kimi oxuyursunuz, düzdürmü?
Düzdür. Tamam. Bəli. Çox sağ olun müəllim. Opsunu Bəli. oxuyum. Bəli, 12-ni də oxuyasınız. 12-ni də oxuyun müəllimə. Aha. Deyir Günel müəllimə uşaqlarla təbiət fəaliyyəti keçirir. Təbiət fəaliyyəti keçirir. Uşaqlar mədəni bilikləri bilikləri alaq otlarından fərqləndirməyi və alaqları düzgün tutmaq vərdişlərini öyrənirlər. Vəsaitə əsasən bu təbiət əməyi prosesində uşaqlarda hansı statistik daxil inkişaf növlərindən baş verir. Növləri baş verir. Fiziki və bədii inkişaf, əqli və sensor inkişaf, hüquq və iqtisadi inkişaf, yalnız musiqi və estetik inkişaf bəndi deyil, hüquq və iqtisadi inkişaf o da deyil. Bu fərqləndirməyi. Bir fərqləndirmə var müəllimə, fərqləndirmə. Fərqləndirməyi və adlarını düzgün tutmaq. Tutmaq vərdişi, aha. Biyolarda əqli və sensor inkişafı. Ay, tutma nədir? Sensordur. Sensor, hərəkət, hiss var. Amma fərqləndirmə, əqli. Görürsünüz, bu da məntiqidir. Bəli, doğrudur müəllimə. B variantıdır. Bir dənə bizim kimimiz qaldı? Mehriban müəlliməmiz. Bəli, eşidirəm müəllim. 13-14 oxuyasınız. Xəylə müəllim oxudu. İndi Xəylə müəllim oxuyurdu. Mən oxuyurdum. Ay sağ ol. İndi 13-14-də oxuyacaq Oxuyub müəllim. Siz oxuyursunuz. Mən oxuyum, kim oxusun? Mehriban müəllim, mən oxuyursa. Mehriban müəllimə 13-14-də. Təlim prosesində müəllim uşaqların insanlara qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olmaq və münaqişələrini həlli kimi mənəvi keyfiyyətlərini formalaşdırmağa çalışır. Müəllim hansı inkişaf sahəsinin tələblərini həyata keçirir? İdraki inkişaf, estetik və ya da sosial fiziki inkişaf. Xeyirxahlıq, qayğıkeşlik. Müəllimə sosial emosiyalar olacaq. Ay, onun özünə bazar günü izah eləmişdim, bilmirəm. Ya da 6-cı gün izah eləmişəm. Bəli. Sosial emosiyalar doğrudur. Görürsünüz, bunları izah eləmişəm deyə rahat seçə bilirsiniz. İndi 14-də oxuyursunuz müəllimə. Təsviri fəaliyyət məşğələsində müəllim uşaqların ətraf aləmdəki obyektin müşahidə və müzakirə etmək bacarığını artırır. Rənglər və formaları yeni birləşmələrini tapmağı, musiqi dinləyib rəqs etməyə şərait yaradır. Bu fəaliyyətlər toplusu hansı inkişaf sahəsinin xarakteristikası. Müəllimə, bu da estetik yaradıcı olacaq bu da. Ay, sağ olun. Rəng forma var, musiqi var. Musiqi var, rəqs var, o estetik yaradıcıdır. Bəli. 15-i də oxuyun müəllimə. Oxuyun hələ, 15-də oxuyun. Testimiz ondan bitir. Bu qalanları da evə verirəm. 15-i oxuyursunuz. 15-i oxuyun. Riyazi tapşırıqların həlli zamanı müəllim uşaqların induksiya və deduksiya, təhlil və tərkib, təsnif etmə və sistemləşdirmə, ümumiləşdirmə bacarıqlarını inkişaf etdirir. Vəsaitə əsasən bu fəaliyyətin yekun nəticəsi olaraq uşaqlarda hansı təfəkkürü formalaşdırır? Yekünlükü və hafizə əsaslı təfəkkür. Müəllimə, bunu da izahını verim sizə. İnduksiya, deduksiya nədir bilirsiniz? İnduksiya, deduksiya. İnduksiya elə bilinən ki, müəllimə, xüsusidən ümumiyyədir. Deduksiya da ümumidən xüsusiyyədir. Bəli, əla. Elə doğrudur. Bu da nə ilə olur sizcə? İdrakla mı? Bəli.
İdrakla Onda əlaqədardır. hansı var sizcə? Tənqidi məntiqi yaradıcı təfəkkürlə. Tənqidi, məntiqi, yaradıcı. Aha. Gəlin baxaq indi. Mexaniki olmaz. Müəllimə, buyurma, işte müəllimə axşamınız xeyir. Axşamınız xeyir müəllimə. İlhamə müəllimədir. Mən gec oldu müəllimə, mən qatıla bilmədim. Siz ödənişli PDF kursunda varsınız? Bəli, var. İndi ödənişinizi eləyəcəm. Amma bu dərsi mən gec oldu, mən qatıla bilmədim. Mən kaydı göndərəcəm. PDF kursuna göndərəcəm kaydı. Diqqətlə baxarsınız, gələn dərs sizi də durğuzacam testlərə. İstəyirsiniz işləyin siz də. İkisini də sizə işlədəcəm onda. Yox, müəllimə, elə bir testi də atarsınız. Testi də atarsınız, onu da işləyərəm. Kaydı da göndərəcəm, dərsi də göndərəcəm. Yaxşı müəllimə. İndi sizdən də soruşacağım. Bir dənə bunu izah eləyim. Bax, bu mexaniki hafizəyə əsaslanan təfəkkür, bu bilsiz nədir? Əzbər deməkdir. Əzbər deməkdir. Pasiv deməkdir ki, yəni heç nə eləmir. Fərdi təfəkkür bu başqa, yalnız bədii təfəkkür, yalnız sözü deyirsə bu səhvdir. Yəni ən uyğunu bu gəlir. Çünki ümumiləşdirmə, aktivləşdirmə, bəli, B variantı gəlir. Çox sağ olun müəllimə, çox qəşəng. Bir dənə də İlhamə müəllimədən soruşacağam. İlhamə müəllimə, siz də mənə iki dənəsini oxuyun. Görüm nə onu siz ola bilər siz özünüz oxuyasınız. Mən tam yaxşı seçməməm, cavablandıram. Yaxşı müəllimə. Aha. Yaxşı. Tərbiyəçi diaqnostik qiymətləndirmə zamanı uşaqların əşyaları bax buradadır. Qoy gün bu yaşı eləməyim sizə bir dəqiqə. Yaş sizə çətin olacaq. Çünki yaşı hələ gələ izaha baxas. Gəlin bunu altına eləyək. Metodik vəsaitdə verilən gündəlik həyat vərdişləri, davranış qaydaları, bölmələri, kurikulumun strukturu baxımından hansı əsas inkişaf sahəsinin daxilində birbaşa məşğələ növü, fəaliyyəti kimi xüsusi vurğulanmış, altına xətt çəkilmişdir. Bax bu. 6-da. 6-cı. İdrak olar, A bəndidir. Yox, tam idrakdır. Yox, metodik vasitə verilən, Diqqətlə fikirləşin. Gündəlik davranış qaydaları. Davranış qaydaları. Sosial emosional deyil. Yox, estetik və yaradıcı. Yox, tapmadım, müəllimə, tapmadım, yox. Fiziki və sağlamlıq təhlükəsizliyi. Fiziki, bu burada, C variantı olur. Onda sizə bir dənə başqa. Bu deyil, bunu bilərsiniz siz. O gün dünən izah eləmişəm. Ətraf dünən yoxda desin bazar gün. Bunu oxuyun 7-ni. Ətraf aləmlə tanışlıq dərsi zamanı müəllim uşaqlardan nitq inşa elementlərindən tamamilə kənarlaşdırır və yalnız əşyaları fiziki quruluşunu fokuslanır. Metodist bildirir ki, sənətdə dərsin adı ətraf aləmlə tanışlıq və nitq inşası 3, 4, 4-5 yaş yox. Sırf ətraf aləmlə tanışlıqla. Bu 4-5 yaş ola bilər. Yaş. 4-5 yaş. C bəndi. C seçirsiniz müəllimə. Bəli. Ətraf aləm ancaq 4-5 yaşdadır da. Yalnız ətraf aləm yazdıra. Yalnız. Nitq inkişafı yoxdur burada. Nitq inkişafı 5-6 yaş. 5-6 yaş ancaq sırf ətraf aləm məşğələsidir. Mən niyə? Bəs nitq inkişafı hara getdi? Hara yox oldu? Hə. Yox, indi deyin də mənə. Deyin müəllimə görüm, hara getdi nitq inkişafı? Gec qatılmışam deyilə, tam fikrimi toplaya bilmirəm. Gec qatıldım. Ətraf aləmlə... Olsun müəllimə, narahat olmayın. Prosta siz öz fikrinizi deyin görüm. 5-6 yaş hara getdi? Mən 4-5 yaşı C bəndini seçmişdim. D-ni seçdiniz. C-ni yox, D-ni seçmişsiniz. D-ni seçdiniz məsələn. D-ni seçdiniz. Bəli. Amma səhvdir. D-də müəllimə, nitq inkişafı qalır yerində. Bir dənə 5-6 yaş nitq inkişafı gedir və o 5-6 yaşda nitq inkişafı hara gedir? Məntiqi sual. Hansı məşğələmizə gedir? Bir məşğələmiz var 5-6 yaşda gəlir. Bir məşğələmiz var. Nitq inkişafı, müəllimə, nitq inkişafı savad təliminə getmir. Savad təlimi məşğələsinə gedir. Bir dəqiqə. Bəli.
Dəqiqə buradan biləcəm indi. Burada açılmır, değil mi? Hə, açılmır, eybi yoxdur. Hara getdi bu? Açılmır. Bu da səhvdir, bu da buradadır. Hə, açılsa göstərərdim. Gələn dəfə göstərəcəm. Yadmazsan 54 səhifənin içərisində var. O məşğələlər var. Ha, orada deyir ki, nitq inkişafı gəlir ətraf aləmin içərisində, amma orada nitq inkişafı gedir savad təliminə. Savad təlimi 5-6 yaşda axı. Nitq inkişafı o deyir ki, orada ətraf aləmi tanışlıq. Niyə bir dənə ətraf aləmi tanışlıq? Çünki orada savad təlimi məşğələsinə gedir nitq inkişafı. Bəli, 5-6 yaşlı. Mənim seçdiyim D bəndi səhvdir də müəllimə, yoxsa elə Bəli, bəli, düzdür? C səhvdir. C səhvdir, bəli. D bəndi düzdür. D doğrudur, bəli müəllimə, D doğrudur. İndi bir dənə də sizə sual verəcəm. Bax bu 8-i oxuya bilərsiniz. Yaşlara görə vermirəm çünki yaşların təhlilini sizə bir dəfə, lap 2 dəfə aparacağam ki, yaş yadınızda qalsın. Hə, indi onu müəllimə siz özünüz Onu oxuyun əlavə dərs görün. kimi keçəcəm sizə. Yəni öz 3 dərsimizdən əlavə həftənin 4 günü bir gün eləyəcəmsə, ya o 2 həftə eləyərəm lap 4 günü ki, sizdə yadda qalsın. Aha, 8-i oxuyun. Pərvanə müəllimə dərsin həftədən. Müəllimə siz oxuyun onu tam mən yaxşı dərsin Pərvanə müəllimə dərsin həftəni 2-3 kodu ilə işləyin. Hədəfini yəni məqsədini Hədəfini. İşləyir. Məşğələ zamanı o uşaqlara nağıl oxuyur və personajların dialoqlarındakı nitq effektlərini təkrarlayır. Müəllimənin sənədləşdirmədə etdiyi xətanın mahiyyəti nədən ibarətdir? Ay, sağ ol. Nədən ibarət? Niyə xəta edir o? Sadə riyazi əməliyyatla ifadə edir. Müəllim isə nağıl və nitq üçün 2-2 kodunu seçməlidir. Nağıl oxumaq üçün birinci inkişaf sahəsinə əməl etməlidir. 3 kodu yalnız fiziki hərəkətlərə aiddir. Bu səhv daxil 2-3 kodu yalnız fiziki hərəkətlərə aid deyil axı. Bəli, onu Bu C bəndidir. Bunu çıxdıq bu. Çıxdıq. Müəllim heç bir səhv etməyib, nağılı riyazi təfəkkürü artırır. Riyazini artırır müəllimə nağıl. Artırır. Burada axı riyazi heç bir təfəkkürdə yoxdur, ancaq burada nitq inkişafı gedir də, nitq effektlərindən gedirsə, bu ancaq riyazi əməliyyatlarını ifadə edir, müəllimə isə nağıl və nitq üçün 2-2-ni. Bu B bəndi ola bilər də. Birinci inkişaf sahəmiz nə idi? Fiziki yoxsa idraki? Fiziki yoxsa idrakidir? İdrakidir. 2-3 kodu deyir. Yox. Deyir ki, birinci inkişaf sahəsinə aid edir mən. Birinci inkişaf sahəsi şeydir, fizikidir də müəllimə. Necə nağıl oxumaq birə gedər? O 2-yə getməlidir, ikinci inkişaf sahəsinə. Ona görə bunu da çıxdıq. Bu yalnız da çıxdıq. Yalnız görsə çox vaxtı səhv olur. Bunu da çıxdıq. Hansı var sizcə? Mən nəsə testdə biraz tam şey eləyə bilmirəm. Öyrəşəsiz ay müəllimə. Bu qəbul tiplidir. Qəbulda belə şeyə çox həm situasiya, həm elmi rast gəlinir. Həm də məntiq. A bəndi deyil. A bəndi yox. A bəndidir. Niyə? Çünki deyir ki, baxın mən sizə bunu izah edeyim. Pərvanə müəllimə izah elə. Dərsin hədəfini 2-3 kodu ilə işarələyib dərsin hədəfini. Amma bu 2-3 kodu riyaziyyatdır. Orada hesablama ola bilər, sayma ola bilər, nəsə həndəsi fiqur. Yoxdur axı burada həndəsi fiqur. Amma deyir ki, hədəfliyib dərsin 3 kodu. Amma deyir məşğə zamanı sağ göstər soldan vurur. Məşğə zamanı o uşaqlara nağıl oxuyur. Personajların dialoqundakı nitq etikətlərini təkrarladır. Nağıl oxuyur. Sizcə biz riyaziyyatda nağıl oxuyuruq uşaqlara? Yoxsa hesablama elətdirir. Yəni hesablama elətdirir ki, məntiqi şeylər deyil. Deməli, o müəllim səhv edir də. Deyir, müəllimin sənədləşmədə etdiyi xətanın mahiyyəti nədən ibarət? Müəllimin səhvini tapırıq deyir. Hansı olar? Diqqətlə A-nı oxuyun sizdə. Görün, A variantı ola bilərmi sizcə? A-nı bir də oxuyun, indi başa düşəsiniz tam. A variantda müəllim. Bir dəqiqə, xahiş edirəm, qoy mən öz fikrimi bildirim də, oradan şeyləməyim. İtdi müəllimə, onu 2 hara getdi? Buradadır, bax, burada A variantı. Bax, bu A-nı oxuyasınız. Burada A variantı yazılıbdır. 2-3 kodu, sadə riyazi əməliyyatlar.
ifadə edir. Müəllimə isə nağıl və nitq üçün 2-2 nitq rabitəli danışıq effekt kodunu seçməli idi. A bəndidir də müəllimə ancaq nağıl seçməli idi də 2-2 ancaq nitqi dinləyib anlayır, rabitəli danışır və nitq effektlərindən istifadə edir. Bunu eləməli idi o. Deməli müəllimə, əgər qəbulda 50 plus toplamaq istəyirsinizsə də, sadəcə açar məqam bax bu var ha. Bu testin xas başlığını diqqətlə oxuyursunuz, başlığını. Sonra oyunu cavablarınız. Bəli, bax bunu oxuyursunuz diqqətlə. Görüm nə istəyirsiniz. Ən əsasda bax bu axırı var ha. Axırını oxuyursunuz. Deyir bax xəta nədir? Xətanın mahiyyəti nədən ibarətdir? Bəli. Elə bir İndi yavaş-yavaş öyrənərim. Bəli, müəllimə. Bax bu hamısı, bu da səhvdir, bu da səhv. Hamısı Bu da səhvdir, bu da səhvdir. Çünki nağıl oxumaq üçün deyir birinci inkişaf sahəsi seçməlidir. Axı nağıl oxumaq birinci inkişaf sahəsi deyil, birinci inkişaf sahəsi fiziki inkişafdır. Bəli, siz müəllimin səhvini tapmalısınız, sənədləşdirmədə səhv. Bəli, bu A bəndidir. A bəndidə burada kodlaşdırmanı səhv edir. Burada 2-3 kodu sadə riyazi deyil, sadə riyazi 3-2 olmalıdır. Bəli, bəli. Riyazi əməlləri yerinə yetirir. Kritik həlli. Yəni kritikdir də, tapmaq çətindir. Bəli. Müəllimə, indi elə bil başa düşürəm, başım elə biraz gec oldum deyiləm. Mən testlər hamısı belədir. Get-ged elə zamanla öyrəşir. Qəbul tipidir. Qəbulda belə şeylər rast gəlir. Çoxsu belədir. Asan da var, orta da var, çətin də var. Mən isə daha çox çətinlə orta eləyirəm ki, onsuz da asan eləyirəm də, bayaq asan da var idi. Bir də müəllimə, elə bilirsiniz nətər geniş izah eləyirsiniz də, tam mahiyyətini bildikdən sonra başa düşüb mən anlayıram onu. Bir də belə test olsa siz onu səhv eləməyəsiniz. Bir də müəllimə